Mhm. Deməli, sualı yoxdursa keçək nəyə baxaq? E-maşının özündən baxaq mı? Sual yoxdur da yəqin ki. Çünki baxmısınız yəqin ki hamı. Amma yazmısınız yəqin ki də. Hə, Düzdür bəli, müəllimə? müəllim, sağ olun. O qədər izah eləyib atmısınız. Allah köməyiniz Hə, olsun. çalışacağım hamısını. Demək olar ki hamısını bir sıxıntı problem olmasa inşallah ki olmaz. Bütün videolar, bütün mövzuların, mega girişin bütün mövzularının izahını atacağım. Ki sizin üçün rahat olsun. Həm vaxt baxımından, vaxt qazanmaq baxımından da, həm də ki suallar çox qalmasın o baxımdan. Çox sağ olun müəllim. E-maşimin özünü isə bu kitabdan, bax bu kitab yaxşı kitab, bundan işləyəcəyik. İndi buradan baxaq mı? Ön üstlə biraz aşağıda Müəllim, gəliriz. xanım, xeyr, necəsiz? Aşağıda Baxaq xeyir olsun müəllim. müəllimə. Əfsanə müəllim işləmişsiniz hamısını evdə? Bəli, bəli, işləmişəm. Çətin gəlmədi? Xeyr, müəllim. Yaxşı oldu, nə mi? Gəlin biraz buradan baxaq. Çox əvvəllərinə baxmayaq, çünki bax bunlar asandır da, düzdür müəllimlər? Müəllimə, Bax, bununla o ikisinin arasında elə bir böyük fərq görmürsünüz də, elə necə? bununla o 2024-ün arasında böyük bir fərq görmürsünüz ki? Fərqi nəyə görə? 2024-də gərəksiz, heç bir imtahana düşməyəcək və düşməsi də məsləhət görülməyən misallar var. Yəni onlar yorucu, vaxt aparmaq, enerji aparmaqdan başqa bir şey deyil. Mən müqayisə etmişəm, bunlar daha belə məntiqlidir, bunların düşmə ehtimalı daha çox nəinki onlar. Onun içərisində bəziləri var, o kitabda bəzi misallar var ki, bəlkə düşər deyə, onları da inşallah sınaq vaxtı seçib verəcəm, elə planlaşdırmışam. Hə, sağ olun müəllimə. Hə, buyurun müəllimə. Çünki yorucu olmasın da, yəni həm enerjimiz gedir, həm vaxtımız gedir, yəni düşmə ehtimalı yox kimi bir şeydir o misalların. Mən bu kitabın düşmə ehtimalı daha çoxdur da. Bəli. Bunlar daha çox belə türkləşdirilmiş maqul misallardır. Yəni ki, düşə biləcək və düşməsi mümkün və düşməsi də məsləhət görülən misallardır. Orada fərqli misallar daha çox belə deyək, abartılı misallardır. Tək gün çıxmaq şərtində dediyim kimi onları da seçib sıraqlarda verəcəm. İndi buradan içəndəmiz testdən başlayaq. 4-dən başlayaq, bəlkə 3-dən başlayaq. Məncə 4-dən başlayaq. Müəllimə, mən 4 dənəsini bu testin yazmışdım özüm üçün. Bunu axıra qədər verəcəksiniz də bizə. Hə, istəyirəm hamısını yazsın. Ən azı heç olmasa 10 dənəsini, 9-un, 10-un. Hə, tamam. 11-in yazsanız lap yaxşı olar, amma baxaq da. Çətin gəlməmiş 4 dənəsi. Yox, müəllimə, 4 dənəsi yaxşıdır. 5-ə qədər özünüz bizdə gedir, 5-dən sonra artıq arası olur. Gəlin onda 5-dən baxaq, hə? 5-dən baxaq. Adətən elə olur. İlk 4 dənəsi yəqin ki, Miqaqiş kitabındakına bənzəyirlər. Yəqin ki, ona görə rahat gəl sizə. Bəli, müəllimə, bəli, bir gördüm. Gəlin 5-dən baxaq. Mən təkiyəm. 5 dənəsini yazsam bəs deyil. 5 dənə yazmışam. Hə, 5 dənəsini yazsanız, hə, 5-6-sını yazsanız bəs eləyir. Sizə, hə. Amma nə qədər çox bilsəniz xeyirdir, nə ziyandır müəllimə. Hə, imkan olur. Vaxtınız varsa, imkanınız varsa nə qədər çox bilsəniz xeyirdir. Çünki temporun naturalları, xüsusən də naturallarda. Deməli, nə deyir test 5-də? Məsəl üçün, birinci misala baxaq, gəlin birlikdə baxaq. Deyir, A natural ədədinin rəqəmlərinin cəmi 22-yə bərabərdir. Fikir verin. A-nın rəqəmlərinin cəmi. 2A kvadratı ədədinin 3-ə bölünməsindən alınan qalığı tapın deyirsə. Öncə biz A-nın 3-ə bölünməsindən alınan qalığı tapacağıq. Əgər A-nın rəqəmlərinin cəmi 22-dirsə, 3-ə bölünməsindən alınan qalıq təbii ki, necə olacaq? 1. Bəli, biz aparıb A-nın yerinə 1 yazacağıq. 2 vurulsun 1-in kvadratı. O da olacaq 2. 2-ni 3-ə bölənin təbii ki, nə qalacaq? 2 3-dən kiçik olduğuna görə qalıq elə 2-nin özü. 1 hardan gəldi müəllimə? 22-ni, ədədin rəqəmlərinin cəmi 22-dir axı. A ədədinin rəqəmlərinin cəmi 22-dir. 3-ə bölünmə əlaməti nədir müəllimə? Rəqəmlərin cəmini 3-ə bölmürdük. Bəli. 3-ə bölünmə əlamətini birlikdə ədədin rəqəmlərinin cəmini 3-ə bölürdük. Bölünürsə ədəd 3-ə bölünür. Bölünmürsə qalıq nə qalırsa elə 3-ə bölünəndə alınan qalıq odur. A ədədinin rəqəmlərinin cəmi 22-dirsə, A-nı 3-ə böləndə alınan qalıq nə qalacaq? 22-ni 3-ə böləm, qalıq qalır nə? 22-ni 3-ə böləm, 7 düşür, bir qalıq qalır. Düzdür müəllimə? Bax, bu bir qalığı həmin o birdən, həmin bax qalıq 1-dir. A-nın yerinə 1 yazıram. Birində kvadratı, görürsünüz, 1-in kvadratı, görürsünüz, üstündə kvadrat var axı. 2 vur 1-in kvadratı 2, biz qalıqını işləyək ona görə, qalıq lazım bizə. O doğru 2, 2-ni 3-ə bölən təbii ki, elə 2 düşəcək də, çünki kiçiyə də böyüyə böləndə qalıq elə özü qalır. 2-yə baxsaq görək nə deyir? Deyir ki, üzərin natural ədədinin neçəsi mürəkkəb ədəd deyil. Yəni sadədir. Həqiqi sadəmi?
Bax, göz Xeyr, çaşdınız həm də özünüzə. bir də vardı orada. Bir də var, Bəli, bir də var bəli, o. bəli, 5 bəli, bəli. dənədir, elə Bəli. bilirəm. Deməli biz Altıdır. eləyəcəyik 280-i sadə vurğularına ayırıb 5-ə bölsəm neçə qalacaq? 54 ilə 56. 56. 54. 54. Yoxsa yox, 56. 280 deyim mən. 56. 56. 56 düz, 56 düzürsən. Bu 4-ə bölünürmü? 2-nin kvadratına bölünür müəllimlər? Neçə? Yox, 2-nin kubu kubuna olur bölünür. 7-dən Kubuna müəllimə. bölünür 7. 7-nin də 7-yə 1, bəli. İndi bizim deyək ki, neçəsi mürəkkəb deyil. Yəni sadə və 1. Neçə dənə sadə var? 6'mış hə. 1, 2, 3 dənə sadə var, bir dənə də 1. Neçə dənə oldu? 4 dənə. Müəllimə vuruqla böləni qarışdırmayın. Sadə vuruqla sadə böləni qarışdırmayaq. Bölən deyir bizə. Bölən dediyinə görə hərəsindən birini sayacağıq. 3 dənə bölənimiz var, sadə bölənimiz, bir dənə də 1. Yekunda 4 dənə Hərəsindən birini bölənimiz var. götürürük Bəli. ya. Bölən Müəllimə, deyən niyə 285-dən başladıq ki? 282-nin kubu olsun, 571 deyil. Hə də müəllimə, Fərqi yoxdur 280. Sadə vuruqların hansına bölürsə bölün, nəyə bölürsə bölün müəllimə. Ürəyin hansına istəyir 2-nin sadə. kubu 5-in üstü 1, 7 üstü 1. 3 dənə sadə var, 2, 5, 7. Bəli. Bir dənə 3 də dənə birə bölmür axı. bir də biri çıxacaq. O Yox, bir də natural bölənlərin ümumi sayından da, hə? yox. Bütün natural ədədlər, bax, natural bölənlər nədən ibarət müəllimdir? 1 birə bölünür bütün Üçgəndə bir ədədlər. artırırıq. 1 birə bölünür, bütün ədədlər birə bölünür. Düzdür? Sadələr var onun içərisində, bir də mürəkkəblər var. Bəli. Düzdür? Bizə Biri deyir neçəsi çıxacaq, mürəkkəb yox, bax fikrin, deyir mürəkkəb deyil. Yəni bu mürəkkəblər çıx. Yerdə nə qaldı? Sadə və 1. 1, bəli. 3 dənə sadəmiz var. Bir də 1 də, düzdür Hətta müəllimə? ümumi natural bölənlərin sayından 3 dənə sadənin bir də biri çıxacaq. Yox, Mən belə deyirəm. o mürəkkəbləri sayın soruşanda deyir. Desəydi neçəsi mürəkkəbdir? Onda natural bölənlərin sayından çıxacaqdıq biri, bir də sadələri. O Sadələr, bəli. mürəkkəblərdir. Amma burada deyir ki, mürəkkəb deyil. Yəni birlə sadənin bir yeri soruşur bizdən. Cümləyə fikir verir müəllim, ona uyğun. Bəli, bəli, başa düşdüm. Çox gözəl. Sonra baxaq nəyə? Məsəl üçün 3-ə bölünməni istiqamət verim. 50-yə bölünmə əlamətin birlikdə müəllimdir. Son 2 rəqəmə Son 2 rəqəm. Buradan qalan qalıq 7-dir. Buradan qalan qalıq 1-dir. Üstündə nə var? Kvadrat var. Üstündə 1 Sıfırdır gəlir. Bu da qalıq. nə edir? 50. 50-ni də 50-yə bölündə qalıq 0 doğrudur. Tamamilə doğrudur. 5-ə bölünən natural deyəndə 5-ə bölürük müəllimlər. Yerdə qalan natural bölünən sayını tapırıq. Bunu harada yazmışdıq? Mega girişdə yazmışdıq. Düzdür? Biraz fərqləşdik. Buradan 5-də məsələsində nə deyir? Deyir ki, bərabərliyindən A üstə gəl B cəmini tapın. Necə tapaq? Gördüyünüz Son kimi 2 buradan rəqəm 4-ə bölünməlidir deyə A baxın müəllimə, B kvadratı bərabər ola bilər. 11 darıxmayın müəllimə, görünüşə yazaq. Daha asan yazmağa çalışacağam. Bölək 4. Gəlin biz bunu belə parçalayaq, daha tez tapa bilmək üçün. 1100 üstə gələk A6 ədədini 4-ə böləcəm. Düzdür müəllimlər? 1100-i 4-ə bölürəm. Gəl 1100-i 4-ə bölüm. Seçməni tapa bilərsən, amma tez tapa deyək. Neçə müəllimə? 275 müəllim, 275. 275-in üstünə nəyi gələndə hansı ədədin kvadratı yeyirəm müəllimlər? 289 olur da. 17'nin kvadratı. En yakın odur. Ən yaxın, bəli. Deməli 275 üstünə gəlməliyəm. 15 gəlməliyəm. Yox, 14 gəlməliyəm. Deməli bax bu nə 14. olmalıdır? A6-nı 56 olmalıdır. 4-ə böləndə 14 olmalıdır. Bəli. Onda A6 56 olacaq, doğru. Onda A neçədir? 5. 5. A 5 deyir. A-nı yazdıq 5. B-də axı 289 idi kvadratı. 17. 17'dir. Onda B-də 17-dir. B daha tez tapmaq. Bu da toplamı olacaq nə? Bizdən cəmi soruşur. Səhv etmirəmsə, bəli, cəmini soruşurdu da 22. Seçmə eləyə bilərsən, amma mən düşünürəm ki, B daha yaxşı oldu. Düzdür Yo, müəllimlər? bu geçen oldu ben. B daha yaxşı oldu. Mümkün qədər daha rahat tapa bilməyə çalışaq da. Uzun misalları sevmirəm də, uzun gedən misalları seçmə yoluna gedənləri heç sevmirəm. Məsələn, 6-nın oxşarı mega girişdə vardı. Deyim onu, yoxsa ihtiyac yoxdur? Yok var idi orada mənim. Hə, vardı. Çünki bax, verirsin bu 3-ü. 3-ə bölünməlidir, düzdür? 4-ə bölünmədiyinə görə gərək bu bölünsün 3-ə. Gərək bu bölünsün 3-ə. 3-ə bölünmə əlamətinə görə özləri ki, cəmini tapın, bir rəqəm tapacam. 207, 2, 5, toplayanda 7, 7 üstünü çəkəndə 2.
9 olmaq istəyir. Y2 olacaq, 2 düzdür müəllimlər? olmalıdır. Ondan Hı -hı. sonra 8 olmalıdır. Ola bilər yəni. 2, Görə indi 8. hansı olur? Baxaq görə indi bu şərtdə deməlidir. Görə hansı O da olacaq? 4-ə bölünməlidir. Bəli, görə indi yoxlayın görüm nə olur bunu. Yoxlayın görüm 4 vurulsun nəsə. Bunu verir bizə. Neçə? 252-ni 3-ə böləndə 84 eləyir. 84. Bəli. O da vuranda 336. Bəli, elə qabaq 330 görürsün müəllimə. Ön hissəsi Bəli. ödədi. 2 ödədi bizə. Onda belə çıxır ki, x 6-dır. Y-də tapmışdıq 2. 252. Toplam oldu. Toplam oldu 8. Doğru. Qəşəng. Tapdıq. Tez tapdığın cavabı. Deyir ki, baxın müəllimə, cümləyə baxaq 7-yə. Ədədin rəqəmlərinin cəmi 39-a bərabərdir. Rəqəmlərin cəmi ancaq 9-a belə 3-ə bölünmə əlamətində var da, bilirsiniz, düzdür müəllimlər, başqalarında yoxdur. Ədədin rəqəmlərinin cəmi 39-a bərabərdirsə, deyir onun kubunun, yəni A kubunun 9-a bölünməsinin alınan qalığı tapın. Yəni öncə A-nın 9-a bölünməsi alınan qalığı tapaq. Yəni 39-u 9-a bölüncə düşür. 4 düşür 36. 3 qalıq. 3 qalıq. Sağ ol. Bəli, demə A-nın yerinə yazım nə qalığını? 3-ün kubu. O da olacaq 27. 27 9-a böləndə qalıq qalmır ha. Bəli, qalıq qalmadı. Məsələn, buna baxaq. 4876 ədədindən hansı ən kiçik natural ədədi çıxmaq lazımdır ki? Bu da var idi. Bu da asandır. 3, 4, 5, 6'nın əçobunu tapın. 3, 4, 5, 6, 4. 180 eləyir. 3-ə, 4-ə, 5-ə bölünsün, amma 9-a 180. həm də 9-a bölünsün. Bunların üçün hamısını neçə bölünsün? Təbii ki, 9-a 180 bəli. 180 eləyir müəllim. 180 20 mi? 27 256. Yəni. Tapdım görüm. Deməli, həm 3-ə, həm 4-ə, həm 5-ə 5-ə, bir də 9-a bölünməlidir müəllimə. O da 180 20 müəllimə. 180, Onda belə bəli. ki, 180 çıxacaq da 180 çıxacaq. Bəli, 180. Böləcəyik. Ən kiçik. Hansı ən kiçik 180-i natural ədədi böləcəyik. Böləcəyik müəllimə 27 düşəcək, qalır 16. eləyəcək? Hansı ən kiçik natural ədəd çıxmaq lazımdır ki, alınan ədəd Bəli, müəllimə, bölürük 180-ə. olsun, yaxşı eləyək. Onda qalır, mən demirəm. Bilirsiniz. Gecə 9-a qalıqlı bölmə əməlində qismət 20, qalıq 15. Bu asan, düzdür? Bəli. Bu asandır. Elə neçə eləyir? Qalıqlı bölmə əməlində qismət 20-dirsə, qalıq 15-dirsə, onda bölənimiz 15-dən bir vahid böyük ola bilər də. Düzdür? 16. 16-nı vuracağıq 20-yə, üstə gələcəyik 15-i. O qəşəng, super. Peki onda nə deyək görək? Deyək, sadə bölənə 2 və 3. Asandır. Bəli. Bəli, izah eləyim də, onu da izah eləyim də müəllimə. Onu, yaxşı, onu izah eləyim. Heç imkan vermədilər oxuyam, görün nədir. Maşallah, məndən qabaq oxuyurlar. Deyək, sadə bölənə 2 və 3, natural bölənlərin sayı 12 olan ən kiçik natural ədədi tapın. Ən kiçik olmaq üçün, bax, demək, sadə bölənlər 2-dir, bir də 3-dür. Üstü də, tutaq ki, M-dir, o birisi N-dir, bilmirəm, amma hərəsinin nə qədər, düzdür? Sadə bölənlər 2-dir, 3-dür. M üstəgəl 1, N üstəgəl 1, M üstəgələk 1 vurulsun, N üstəgələk 1, 12-dirsə, onda təbii ki, vuruqlardan biri 1 olmaz, düzdür, 2 vur 6 olar, 3 vur 4 olar, başqa olmaz. 1 vur 12 olmaz, çünki bu 1 olmazsa bunlardan heç biri. Gələ onda 0 olar üstündə. Düzdür, indi bunun hansı olacaq müəllimlər, görək. 1-5 qoya bilərik yerinə, bir də 2-3. Baxın müəllimə, kiçik dediyinə görə, onda belə ki, bunun sayı kiçik olmalıdır, bu kiçik olmalıdır, düzdür? 3-lərin sayı az olsun da, kiçik deyir axı, ona görə. Onda belə çıxır ki, M üstəgəl 1, 4 olsun, çox olsun. Hansı götürək? Bunu götürək, düzdür? M üstəgəl hər kim yox, 4 olsa, onda M olacaq 3, yəni 2-nin üstündə 3, N üstəgələk 1 də 3 olsa, onda N olacaq neçə? 2. Ən kiçik budur da, düzdür müəllimlər? Bunlar olanda böyük olur. 3 üstündə 2. O da bərabər 8 və 9-un 72 ən kiçiyi bu olacaq. Bəli, onda hər ikisi yoxlamalıyıq da, hansı kiçik olsa onu yoxlamalıyıq. Bəli. Ən kiçik dediyinə görə təbii ki, bunların hər ikisini yoxlayacaq, amma ən kiçik olması üçün gərək bu 3-ün üstündəki kiçik olsun. Onda beləcə bunu kiçik vuruq götürürük. Bunu 2-yə bərabərlik ya da 3-ə bərabərlik, hər iki versiyaya baxarıq. İndi biz də bu tapdıq bunu tez.
Sonra 11 demirin ki oxşar yazmışdıq. Topuda da var Bəli. onun oxşarı. Bəli. Bu da asandır, 12 da Bu da asandır. asandır. Bunlar asandır. Biz irəli gedək. 14'e Bunlar baxaq mı? asandır. Asandır. 16'ya baxaq, 16'ya. Baxaq. Deyir ki 4A yəni 4'e bölünür ədəd, Altıdır. 4'e bölünür, 6'ya bölünür, 9'a bölünür. En kiçik ədəd neçədir? 36. 36'nın misilləri düz 36 x yazaq da. 36 kadr. Onda 9K, A 6K, 9x deyir, bəli. B 6x deyir, C də 6x 4x 4x. deyir, bəli. Aha, sizə bax. İndi burada Yukarı yerine yerine qoyuram. koydum. A ilə B, yəni bu ikisinin əkobu. 9'un altının əkobu 18. neçədir? 18. 18x əla. 18x. Üstə gələk. B B neçənin 12. əkobu? 12. Bəli, tapdıq. Bərabər 120 desə, onda X4. x4, bəli, 4. 40 x4 desə, bizə soruşur nəyi? Əbub AB-ni, A ilə B-nin əbubu da biz bildik ki, bunların əbubu 3x-dir. 3x. 3 dəfə 4, 3 12. 3 dəfə 4, 12 olacaq A variantı. Müəllimə, 18 ilə 12 hardan gəldi orada? 18x 12. 18-ni baxın bilmə. Deyir, əkob A, B. 9 ilə 6-nın əkobu neçədir? 18. 18. Həm 9'u həm 6'ya bölünün en kiçiği 18'de. Yanında x yazırım 18x. Bu 18x oradan geldi. Ben niye yazmadım o? 18x müəllim 6'ya ve 9'a bölünen en kiçik ədəd 18'di de 18x oradan geldi. A 9x deyir, B de 6x'dir. 18x'i oradan yazdık müəllim. 12x'i de hardan yazdıq? Bir de göreyim. 6 ilə 4. 6 ilə 4'e bəli. 12x de oradan geldi müəllimə. Bildiyiz. Apardıq yerine koyduk. X'i tapdıq. Geçen. Sonra apardıq ne deyir? Deyir ki A ilə B-nin əbubu. 9x'in 6x'in də əbubu 4, 3x deyir. İkisinin də qiymətini yazdıq yerine. 12 oldu. 3 dəfə 4'ün 12 daxil olmuş. 11'də baxaq görün ne deyir? Deyir ki sadə vurğuların sayının cəmi 18'dir. Ədədlərin sadə vurğularının sayının cəmi. Əvvəlcə sadə ədədlər şəklində göstərəcəyik. A'nı yazacağım. 12 bildi ki 2'nin kvadratı vuruştur. 2'nin üstünde. 2'nin Aynı. Bu 1 hardan çıxdı? 17'yə Necə? baxmırdı. 17'yə baxmırdı. 11 değil mi elimi? 11 Bu- deyil. Bu hansıymış gelin? Yok başka şey. Beş, altı. 16, 17'ye baxacağıq. Bu, O bildi. budur. 17 budur benim. Bu tarafa bakmışım. O tarafa gitmişim. Başkasına bakmışım. 6'ya bakmışım. Bu müəllimə narahat olma. Heç nə. Bu müəllimə bu nədir bu? Gəlin belə baxaq da. Düstura yazaq yerinə. Əşob bildi ki Düsturu 30 bırak. A, B, sıfır olduğuna görə budur. Əbub da kök A, B Vuruşsun, bölünsün kök C. atı AB bölünsün C Evet. Bu da bərabərdir. 4 A, B, kök A, B. İxtarlar gedir. Kök AB'lər gedir, AB'lər gedir. Qalır C, C ilə kök C İki. gedir, bir dənə kök C qalır. Düzdür? 2 düşün. Yox, kök C. Yox, 2 yox, 16. Bəli, C 16'dır. Doğru. 18'e baxsaq nə deyir? 18'e deyir ki, Bundan 18 da var asandır, idi. düzdür? Bəli. 18 asan Bəli. deyir. X ədədi Y-in böləni deyəndə bax bunu görəndə çox sevinirəm. Mənim çox asan oldu çünki. Hələ ucu verib də burada. Nədir? Bu X Y kvadrat əbubdur, X də əkubdur. X böləndir. X əbobdur. Y kvadratı çıx X kvadratı bərabər 32. Y üstə gələk X də bərabər 8. Onda Y çıx X Təni həll də edəcək. Y üstə gəl X də 8'dir. Buradan 6 ilə 2 alırıq, düzdür? Bəli. O da 12. Asandır. 19 nə deyir? Gözümü fərqli göründü. 3A4 ədədi öz rəqəmlərinə qalıqsız bölünür. Anın ala biləcək qiymətlərin cəmidir. 3'e bölünür, Yəni, 4'e bölünür, üçə A'ya bölünür, bölünür. Rəqəmlərin cəmi bir də axırı 4-ə bölünən son 2 rəqəmi. Rəqəmlərinin cəmini 3'e bölünməsi gəlir rəqəmlərin A, cəmi 2 ola bilər. 4'e bölünməsi gəlməm. Biz 4'e Son bölünməsi 2 gəlməm. rəqəmi 4-ə Bax, bölünməlidir. A 0 olsa 0 ola bilər, düzdür? 1 ola bilər. Bəli. 4'e bölünmə əlamətini deyirəm ha elə. 24 bölünər. 34 bölüm. Yox, 1 olmaz. Müəllim, 14 orada Yox, sıfıra yox, gəlmə yox, yoxdur. Axı müəllimə. sıfır ola bilməz. 14 olan. Ani sıfır Sıfır olmaz ola müəllim. bilməz. Niyə? 3'ə Sıfıra bölünmür. bölmə var müəllim. Yox, müəllimə hələ yox, deyir 4-ə bölünənləri Hələ mən yazır. 4'e bölünənləri yoxlayıram müəllimə.
Hələ 4-ə bölünmələri bir taraziyim, onun içində seçəcəm 3-ə bölünənləri. 0-4 bölünür, 24 bölünür, 34 bölünmür, 44 bölünür, 6, 8. 54 bölünmür, eləmi? 64 bölünür, bir də 84 bölünür. Doğru. İndi görə bunların, öncə bunları toplayayım. 7 üstə gəl A. 7-nin üstündən A gələndə gəl 3-ə bölünsün. Təbii ki, 2 gələndə Olacaq. olur, düzdür? 2 olar. 8 olacaq. Bir də Bir də 8. 8 olar, başqa heç nə olmaz. A 2 ola bilər, bir də 8 A olur. 8 olar. Deyək ki, A-nın ala Dokuz, biləcəyi qiymətən 15. cəmi bölünürmü? 9-dan 15. Öz rəqəmlərinə bölünür. 8-ə bölün. 2-yə bölünür, bəli, 2 olur. 2'ye bölünür zaten. 8'e de bölünür mü? 324. 8'e bölünür mü? Bəli zaten. Evet. Yok. 8'e bölünür görək bu. 324 bölünür. 8'e bölünür. 8'e bölünür. 384'e bölünür da. 84'ü götürməliyik biz. 84 ne tersin? Yok 300. A'nı 2 tapmışım ama kankamda. 324 də bölünür. 324 dəqiqə baxım. 324 2-yə bölünməlidir, müəllimə. Niyə bölürsünüz 8 ki? 8-ə bölünməlidir. Burada cümləyə görə deyir ki, öz rəqəmlərinə qalıqsız bölünür. Amma 324 9-a bölünməlidir də, 8-ə yox, 9-a bölünməlidir. Görə bölünür. 9'a niye bölünür? 9'a niyə müəllimə? Rəqəm- Burada Rəqəmlərin cəmi 9-a rəqəmləri bölünür. sözü çox güman ki 3'e və 4'e demək istəyir. 9-a bölünür, bəli. Hayır 36 müəllim edir. 8'in özüne de Müəllimə bölünür de. 324-ün rəqəmlərinin cəmi 9 deyil. 324 Bilirəm, 9-a müəllimə. bölünür. Onu bilirəm. 3'e bölünməsini yoxladıq, 4'e bölünməsini tamamladıq. Həm də deyir, görüm A'ya deyir. Axı deyir rəqəmlərinə bölünür. Görüm A'ya da bölünürmü? A'nın Yox, biz yerinə 2 yaz. tapdıq 324-dən 384-dür rəqəm ədədlərimiz. Müəllimə 2 də Bölünən 8-ə rəqəmlərin bölünür. cəmi. Hədə 384, Bölünür də, 384 8'e bölünür bu. Yoxladıq. 48 bəli bölünür. Hə, bölünür. Onda elə 2 ilə 8 bəli. 2 ilə 8 bir də soruşur nəyi? Cəmi, 10 cəmi, edir. hə, o da 10 edir də, heç 10. Bəli. Araşdırmaq lazımdır, tamamsını araşdırmaq lazımdır. Yoxsa belə olmaz. Bunun oxşarı vardı, B-nin olan vardı, yadıma gəlir. Mega girişdə vardı. Bəli. Sonra A, B ise ardıcı, artan sırayla verilmiş ardıcıl cüt. Biz bilirik ki, ardıcı cütəllərin əkobu onların hasilinin yarısına bərabər, düzdür? Əkobu da 2'dir də, düzdür müəllimlər? İndi gəlin baxaq, məsələn, bu 1'ə baxım görün nə demək istəyir. Baxın, B və C görsün fikrin ardıcıldır bunlar. Onda onların əkobu B-C böl 2 olacaq, bəli. Çıxılsın, əkob A-B, A-la B də ardıcıldır. Ona görə də A-B böl 2 olacaq. Aşağı baxaq. Əkob C, bunlar 2-2. Ay sağ olur, 4 bərabər 6. Buradan alacağım ki, B, C, çıx, A, B, 24, 2'ye de vurdum 48. Bəli. Buradan da B'ni çıxarsam, C, çıx, A, bərabər 48. İndi baxaq, axı bunlar ardıcı cütlərdir, müəllimlər. C-dən A-nı çıxsam, C-nin A-nın arasındakı fərq nə qədərdir? C-nin arasında 4'dür də, düzdür? 2 artmır, 4'dür. Bəli, Onda 12. B çıxır, bu heç vaxt dəyişmir, bu 4'dür. Onda B çıxır, B 12'dir, bəli. B 12'dir, B ortada da axı. 12 ortadadır. Onda ondan qabaq gəlir 10, ondan sonra da gəlir 14. 10, 12, 14. 14. Bizə soruşur cəmi. Cəmi də 22, 36. 32, 36. Bəli. 36. B variantı maraqlı misal idi, qəşəng misal idi. 2-ni demirəm, çünki bunun kesin oxşarını demişdim. 2-ni və 5-in qüvvətləri şəklində gətirsin müəllimlər. Bəli. Üstlərini eyniləşdirin, bəli, onda alınacaq. Üst asandır. Buna aid edilmişdir. A ədədi B-nin bölənidir. Onda B çıxır, bu əbobdur. Əb. Bu da əkobdur. Əkobdur. İndi baxırıq müəllimlər. Baxın, buradan ortaq vurğu çıxardıram. A-nı çıxardıram. Qalır, A-nı çıxartdım. Bir dənə A-nı B qaldı. A-nı B-nin əbobu da A-dır. Düzdür? O da olacaq A vur A. Yəni A-nın kvadratı. Çıxılsın. Buradan B-ni çıxartdım. Əbob B-nin A-nın əbobu yenə A. Düzdür? AB oldu. Düzdür müəllimlər? B-ni çıxartdım, yenə A qaldı. İndi buradan əkob. Əkob bizdə nədir? B idi. A-nı çıxartdım, B qaldı. O da oldu nə? AB. Çıx, buradan da B-ni çıxartdım, B kvadratı. Bərabər 3'də 1. Və salam. Yuxarıdan mən A-nı çıxardıram. A çıx, B qalır.
Aşağıdan da B-ni çıxardıram. B, A açıq, B qalır. Qəşəng. Bərabər 3də 1. Bunlar ixtisa gedəndən sonra qalır A bölünsün B 3də 1. Bizdən nəyi soruşur? B bölü A. Tərsini. 3. Üstün yazmışım, hiç görmürəm. B bölü B A soruşur. bölünsün Hə, A. bəli. Üç. Yəni bunun tərsi soruşur. O da 3 olacaq. 3də 1 də var. Görsün mənimlə diqqətli olmaq lazımdır. Tələsmək olmaz. Sonra baxaq nəyə? 4-ə baxaq mı müəllimlər? Görün nə demək istəyir. Deyir kitabda 18 dənə kimya, 30 dənə fizika və 48 dənə riyaziyyat kitabı gözümüzün qabağına gətirdik. Hər dəfə bu kitablardan yalnız birindən, yəni yalnız kimya, yalnız fizika, yalnız riyaziyyat onu demək istəyir birindən və hər birində bərabər sayda olmaqla yığmaq üçün nə qədər rəf lazımdır. Onda belə çıxır ki, bunlar bərabər sayda bölməliyəm də. Çok değil, Bölməliyəm. en az Onda bir. yox, əbu. Əbob deyəcək. Əbu. Çünki Bax, mən bölmən olmalıdır. mən onları yığıram. En Müəllim. azı değil asıl. Baxın müəllim, qulaq fikir verin, deyir ki, mən onları yığıram. Baxın gözümün qabağına gətirək müəllimlər. Deyir ki, kitabları hissəsi yığın bir yerə. Hissəsi yığın nə demək? Yəni 18-i, 30-u və 48-i mən böləcəm. Amma rəflərin sayı ən az olmaq üçün gərək çox götürün bölümdə, düzdür? Ən az rəf olması üçün, bəli, rəflərin sayı az olmaq üçün gərək hər rəfə çoxlu kitab yığın da. Eyni sayda, ən çox eyni sayda kitab neçə yığa bilərəm? Bəli. Bunların əvabı neçədir? 6-dır. Deməli, deyir ki, nə qədər rəf lazımdır? 18 dənə kitabı 6-6 bölsəm 3 dənə buradan. 3 rəf buna lazımdır. 30 dənəsini 6-6 bölsəm 5 dənə rəf buradan. 8 dənə də buradan, bəli, 8 dənə də buradan toplam 16 idi. 16 dənə rəf lazımdır bizə. O da A variantı, bəli. Bu ən az sözü müəlliməsi çaşdırmasın. Bəli, çox adam ən az görən kimi deyir, bir əkob. Hə, ən az yox. Deyir ki, bax böyle 18 və 30 və 48 deyir, bunları rəfləri yığıram, yəni bunları bölürəm mən. Ona görə müəllimlər. Sonra baxın, heç bunun üstü yuxarısı düşmüyor, bak görmürəm. 5'in yuxarısı düşmüyor. Bunun sərgəsi çəkilir, hakiki sərgəsizdir bu. Yəqin nəsə deyir ki, ədləriniz, yəqin deyir Venn diaqramında ədlərinin sadə ayrışı vermiş. Yəqin onu demək istəyir. Hə, o deyir. Onda belə çıxır, əbab bilir ki, nədir? Ortaq bilən nədir? Bax, bunlardır. Bax, bunların hasili, yəni 10 mn, eləmin? Deyir, nəyə bərabərdir? 210'a, qəşəng oldu, 210. Buradan da alır ki, mn 21'dir. 21'də, axı bunlar sadədirlərdir, müəllimlər. Hansı sadədilərin hasili? 3-dən 7, bəli. Biri 3'dür, bir də 7'dir. Cəmidə 10 olacaq, qəşəng aldıq E variantı. Bunlar olduğuna görə. 12 bölüm məlumatın birisi müəllimə istiqamət verim, amma daha yazmayacağım. 4'ə və 3'ə, bəli. 60 neçələr 4'ə bölünür, 60. 0 ola bilər, düzdür. 64, 68 və salam. Bunlardan hansı 3'ə bölünürsə, A da 10'u verəcək, düzdür müəllimlər? Baxaq görə 7 nə deyir? X və Y ardıcıl tək. Bilirik ki, ardıcıl tək natural ədədlər qarşılıqlı sadədir. Əki bunların hansına bərabərdir? Yəni 2x, Y olacaq. Əbob isə 1'ə bərabər. Yəni çıx 5 vurulsun 1, yəni 5. 25, bu asandır. Düzdür müəllimlər? Bölü 2 ardıcıl üstlərdə olur bölü 2. X, Y bərabər 10 olacaq. Yox, X də gəl, X də bu soruşur bizdən. X, Y bərabər 10, düzdür? Yox, 15, 15, 15. Düzdür müəllimlər? Hansı ardıcıl tək ədədlərin hasılı 15'dir? 3'lə 5'in. Düzdür? Ardıcıl təklər daxı. Onu cəmini soruşur, cəmidə 8 yox daxı. Nəyi soruşur bizdən buradan? X, Y hasilini. Hasilini soruşur. Elə hasilini soruşdu 15'də hasil tapdıq. Burada yaxşı görsənmir, elə bildim cəmdir. Elə hasilini soruşdu, o da neçə olur? 3'lə 5'in hasili ilə 15 tapmışdıq. D variantı. Burada qəşəng misal gördüm, 8. Qəşəng, fərqlidir bu. 8'də müəllimə, 1 eləmək olar, C-ni 1'ə vurarıq. Aynen, 1 2'də Bəli. Baxın, bura vuruqlarına ayrılıbsa, buranın hökmün vuruqlarına ayıracaq, düzdür? C sadə olduğunu görə C vurub 1 yazacaq. Təbii ki, bu fərqi 1 olacaq, düzdür? 2. Deməli, A çıxılsın B, gərək 1 olsun. Hansı sadədilərin fərqi 1'dir, müəllimlər? 3'lə 2 heç vaxt dəyişmir. Yalnız 3'lə 2'nin fərqi 1'dir. Başqaları mümkün deyil. A 3'dür, B'də neçədir müəllimlər? 2'dir. Apar burada yerinə qoyuram, bu da mənə nəyi verir? C-ni verməlidir.
Görüm 3'ün kvadratı, yəni 9. Üstə gələk 3 ilə 2'nin hasılı, yəni 6. Üstə gəl B'nin kubu, yəni 2'nin kubu 8. Toplayım görüm 15, 23. Bəli. 23 də C'dir. Bizə deyir ki, 3'ün cəmini soruşur bizdən. 5 buradan, 23 də buradan, 28. O da C variantı. Çox qəşəng misaldır, düzdür? Bəli. Orada Tam Miqa geçdə yox idi deyəsən bunun oxşarı. Vardı. Xeyr, yoxdur. Bilmirəm, Xeyr. deyəsən yox idi. Tanış gəlmədi çünki. 9'a baxırıq, deyir ki, vurğulardan verilmişdi ERB diaqramında. Heç nə. Bu deyir əbob deməkdir. Görürsünüz mənimlə, ortaq vurğu 20 olmalı. Burada varsa, onda belki bu ikisindən biri 20'dir. Düzdür? Tutaq ki, bu 20'dir. Aynen bilmədik ki, müəllimə. Necə? Aynen bir. Necə mən başa düşmədim. 20 nəyə görə götürdünüz? O ikisindən biri 20 Baxın deyir olmalıdır. ki, A'nın A ədədi nədir? Mənim AB ədədidir. 14'tür, bir də 20'dir. B ədədi də 17, bu ədədlər də, bu ədədlər çoxluqlardır bunlar. Hayır, 17, 36, 22, 20. Ay, bunlardır. Yox, bura baxırıq müəllimə, bunlar. Deyək ki, bunlar, baxıyorsun mənim, bu nədir? Ortaq deməkdir. Onların ortağı deməkdir. Yəni 20. Ortaq element. Görürük burada 20 varsa, onda belki ki, bunlarda da, axı bunlar 20 değil. Ya SD'dir, ya Ay, XY'dir. tutaq ki, biri fərq yox, biri olsun 20. Düzdür müəllimlər? 20 buradadır. Onda belə çıxır ki, A'nın yerdə qalan nədir? 16'dırsa, onda bu olacaq AB 26'dır. Düzdür? Düzdür müəllimlər? Sonra Bəli. 17 vardı, 22 vardı, 17 var, 22 var. Onda belə çıxır ki, bu da XY olsun lafta ki. Vəssalam. Bəli. Aparıb burada yerinə qoyuruq müəllimlər. XY yəqin ki, hasil soruşdu. XY elə ədədin özüdür, yoxsa? XY rəqəmlərin hasil deməkdir. XY ədədidir bu müəllimlər. XY hasil rəqəmlərin hasil deməkdir bunlar. Deməli, bunun rəqəmlərin hasili 18. CD hansı idi bizdə? CD 20 idi də, rəqəmlərin hasili nə edir? 0. AB də 26'dır, rəqəmlərin sayı 12. O da bərabər 6 yaparsam 3/2. Ya da Tamam. 1/5 verir. Bunu bildik dayı. Düzdür müəllimlər, bunu bildik. Bilirim. Ha, onu bildik. 11'e bəx nitə baxırdım. 11'e baxaq, görək nədir 11. Bunda sadə vuruqları 12'ni Deyək ki, göstərdik. sadə vuruqlarının sayı. Müəllimlər, sadə bölən sadə vuruq diqqətli oluruq. Aydındır müəllimlər. A'nın əvəzini yazıyıq deməli. A olacaq 2'nin üstü 2M, 3 üstü M. Bir də olacaq 2 üstü 2N, 5 üstü N. Sadə vuruq. Burada nə qədər sadə vuruq var? 2M, 3M. 3M. Ay, sağ ol. Burada sadə vuruq var. 3M də buradadır. 3M də orada. Bunların cəmi deyir 18 nə asanmış bu? O müstəqilin altı. Müstəqilin 6'dır. Bu nə qədər asanmış bu? Asandır. Elə bilirsən, baxanda elə bilirsən çətindir. Deyir, A ədədinin 11'e bölünməsində alınan natamam qismət 5'dirsə, onda 11'e bölünməsi qalıq nədir? 11'dən kiçik olmalı. Düzdür müəllimlər? Bəli. 7'dən də böyükdür. Qalıq deyir, qalıq 7'dən böyükdür. Təbii ki, 11'dən kiçik olmalıdır, bunu bilirik. Düzdür müəllimlər? Qalıq budur. Deyir ki, A ədədinin ala biləcəyi ən kiçik qiymət. A ədədinin 11'e böləndə ən kiçik Tamam, biz verir. Qalıq 7'dən böyükdür. Natamam qismət 5 verir, bəli. 5 düşür. Qalıq da ki, ən kiçik dediyinə görə qalıq ən kiçik 7'dən böyük, ən kiçik olacaq 8 ola bilər də. Qalıq da 8, düzdür müəllimlər? Onda A'nın ən kiçik qiyməti 55 üstəgəl 8. Düz yazdım, 55 üstəgəl 8. 60, neysə oxudum ki mən. Bir də oxudum, A ədədinin 11'e bölünməsində alınan natamam qismət 5. 5'dən böyükdür deyərəm müəllimə. Hə, 5'dən böyük, 5'dən böyük, 5'dən Altı, böyük, üzr altı. istəyirəm, mən 5 oxudum. 5'dən böyük 6'dır, bəli. 66 üstəgəl 8. 74. Bəli. Mən bunu 5 oxudum, 5'dən böyük, bəli. 5'dən böyük ən kiçik 6'dır, bəli. Doğru. Daha da bu minik 13'e baxaq, 13 day demirəm, 13 deyim. Gəlin deyim 13. Deyir, X ilə Y ardıcıl cütdülər, müəllimlər. Ardıcıl cütlərin əkobu onların hasilinin yarısına bərabərdir. X, Y bölü 2'yə bərabərdir. Düzdür müəllimlər? X, Y 2A'ya bərabər. Bəli. Onda X, Y bərabər 2A'ya. Bunu yazaq, bir kənardan qoyaq.
Sonra bildik ki ardıcıl cütlərin üstündə bir gələndə bunlar nə olur müəllim? Ardıcıl təklər olmur. Tək olur. Ardıcıl təklərində əkobu onların hasilidir. Yəni mən bunları vuracam bir-birinə. Gəlin vuraq açaq. X, Y plus X plus Y plus 1. Bərabər 49 üstə gələk X üstə gələk Y. X üstə gələk Y silah geçsə, alacam X, Y üstə gələk 1. 49'dur. Onda X, Y olacaq 48. Onda 2A'nın 48 olduğunu nəzərə alsaq. Onda A 24. Bizə nə yəqin A'nı soruşur? A'nı soruşur 24 deyə variant. Geçə misal idi. 14 eləmişik, 14 nuqsan gəlmişik, onu baxmıram. Asandır. A natural ədədini 6, 8 və 15'ə böldükdə uyğun olaraq qalıq 2, 4, 11. Yəni A ədədi elə bir ədəddir ki, 6'ya böldükdə A 2 ədədi. alır. 6'ya böləndə 6x üstə gəlir 2 qalır. 8'ə böləndə 4 qalır. 15'ə Elə 6, böləndə 8, 15'ə mənim əkyob tapıb qalını tələsməyin. 15'ə böləndə 11 qalır. Öncə bunlar nə etmək lazımdır? 6 gəlib bu 6 olmasın, gəlib bunun üstündə 4 gələm axı. Buyurun. Müəllimə, mən bunları belə edirəm. 6, 8, 15'ə əkyob tapıram, sonra 4'ü çıxıram üstündən. Bəli. Əslində mahiyyətini mən deyirəm də. 4 əlavə edəndən sonra bu olur nə? 6 olur. Onda buradan 6'ını çıxardıram. X plus 1. Bu 8 olur. 8 Y plus 1. Siz mexanikləşirsiniz də müəllim artıq. Mən bunu öyrədirəm. Mən hələ öyrətmə prosesindəyəm ona görə. Mən elə bir məsələ ola bilər ki, orada məsəl üçün 6, 2 qalıqlar görürsünüz, 4, 4'dür də. Orada o bilsin ki, qalıqlar 4'dən fərqli olsun. Hərəsində ayrı-ayrı qalıq alınsın. Elə bir məsələ ola bilər. Qalıqlar, bir-birinə fərqli olan olur. O da olur. Amma bütün hallarda eyni, elə bir ədə əlavə edik ki, hamısında eyniləşdirməlidir. Bütün hallarda eyni olur. Onu eləməliyik. Sınağın birində fərqli var idi. Mən o istəyəmədim. Cavab alamadım. Olur. Elə qarşı amma yenə də onları eyniləşdirmək mümkündür. Sadəcə elə bir ədəd tapmaq çətindir. Elə məsələ qarşımıza çıxsa, bunlarda tez tapılır. Bəli. Bunlar tez tapılır. Onlarda biraz gec tapılır amma var. Hamısında mümkündür. 6, 8, 15'ə bölünən ən kiçik ədəd 6, 8, 15'də 120 deyil. 120. 120, bəli. A üstə gəl 4, 120 isə onda A'da 116'da bir variant. 116 olacaq. Asan iyiymiş. Və 16'ını demirəm çünki bunun oxşarını dedik. Dedik ben. 17 də təklərdə. 17'nin də oxşarını dedik. Yəni bu müxtəsərdə bunda da demirəm. Tək natural ədəd, ardıcı tək natural ədədlər buna da elədik. Ardıcı təkdirsə, onda bunların hasili X, Y. 19 eləmişik. Bunu X, Y yazacağıq buradan. Bərabər B kvadrat çıx 1. İndi bəs burada, onda bunlar da cüt olur, ardıcı cüt olur. Onda da bunları vuruq bir-birine, düzdür? X kvadrat, X, Y üstə gələk X plus Y plus 1 böl 2. Bərabər, bəyəqki başqa versiyası da, yine o bəyək cütün tək olur. Bəli, eyni şey olur bunda da. 19 36 böl 2. Burada da bir istəməyəm, bunlar gedir. X plus Y'lər də gedir. X, Y olacaq 35. 36'ya da bak 35. X, Y 35'de onda B kvadratı 36 olacaq. Onda B də 6 olacaq. Bəyəqkin tərsi 90 yazmışdıq çünki. Ona görə bunun üstünü çox dayanmadım. 19'a baxaq mı? Elədik də bəyəqkin. Bunun oxşarı vardı. 19 oxşarı da vardı. Adı nədir? Mega girişdə var. Oxşarı var, onu görə deməyəcəm onu. Burada Venn diaqramda yəqin ki bu fərqlidir. Baxaq görək nədir bu. Eyni Venn diaqramda A deyir 2'ye bölünən, B 3'e bölünən, C də 12'ye bölünən aşağıdakilərdən hansılar iştiqamişlərin elementidir. Belə çıxır ki, bura nə deməkdir? Həm 2'ye bölünsün, həm 3'e bölünsün, amma 12'ye bölünməsin. O deməkdir də. Düzdür? Həm 2'ye bölünsün, həm 3'e bölünsün, 12'ye bölünməsin. Bəli, siyah 12'ye böləndi. Görürsünüz, ağdır, görürsünüz. Bəli. Siyah, yəni 12'ye bölünməsin. 2'ye bölünsün, 3'e bölünsün, amma 12'ye bölünməsin. Məsələn, 1, 2'ye bölünür, 3'e bölünür, amma 12'ye bölünmür. Amma 2 olmaz, çünki 12'ye bölünür. 42 2'ye bölünür, 3'e bölünür mü? Hə, bölünür. Amma 12'ye bölünmür. 56 2'ye bölünür, amma 3'e bölünmür. Bu da çıxdı. Qaldı nə? 1-3 C variantı. Maraqlı misal idi. Asanda mı maraqlıdır? 7'ye baxaq görə nə deyir? Deyir ki, test 7'də. Geri vaxtımızı satı qədər baxaq. Demək deyir ki, natural ədədi
ədədinə böldükdə demək bu böləndi müəllimlər. Alına biləcək ən böyük qalıq 5-dir. Onda beləcək bölən axı bildik qalıqdan böyük olur. Düzdür müəllimlər? Böyükdür 6. Onda beləcək bəli 6 götürəcəyik. Onda ən kiçik 6 götürək. A kvadratı minus 7A plus 16 bərabər 6 götürsək nə olur görək. Onda A kvadratı çıx 7A üstə gəl 10. Bərabər 0 olacaq. Onda A təbii ki 2, ya 5. 2 deyir ya da 5 deyir. Bizdən soruşdu A'nın kiçiyi də 2 olacaq. Bu asan bildik. Bu tipləri birlikdə belə yazacaq. Düzdür müəllimlər? İkinci devrəm müxtəsərdir. Bunu yazmayaq. 3-ün 90'ını yazmışıq. Hamısı sadələşdirək müəllim işlədikcə. Sağ ol. İşlədikcə sadələşdir. Belə baxanda elə bilsən çətindir. Amma işlədikcə görsən ki, yəni oxşarları var da. Şəfəq müəllimə, Buyur müəllimə. Şəfəq müəllimə, zəhmət olmasa içini deyərdiniz də. Çünki mən təzəyəm, o tipləri bilmirəm. Ola bilsin vaxtım olmadı, baxam. Yaxşı müəllimə. Demək, ikini deyim. Deyir ki, baxın müəllimə, asan olsun deyib, mən əkob AB-yə qısa olsun da. 1x deyirəm. Qısa olsun deyə işarələyirəm sadəcə. Buna da y deyirəm. Deyir, əkobun kvadratı, yəni x-in kvadratı, üstə gələk əbobun kvadratı, yəni y-in kvadratı bərabərdir 226-ya. X üstə gəl, x çıx y də bərabər nə? 14-ə. İndi biz burada müxtəsərdən istifadə etsək müəllimə. Bilir ki, x kvadratı üstə gələk y kvadratı bərabərdir. X minus y-in kvadratı üstə gəlik 2xy. Bu düsturu bilik, düzdür müəllimə? Buradan aparıb yerinə qoysaq, bu 226-dır. 226 bərabər. Bu 14-də 14-ün kvadratı 196. Üstə gəl 200. Niyə müəllimə? Nə işə dedim? 2xy. Bundan 196-nı çıxaq. 0, 5, 50 ilə. Müəllim, 1 12-dən 9'u 3. 30. 30'ya niye 50 yazdım ben? 30. Onda belki 2xy 30'dursa, onda xy'den içədir müəllimə 15'dir. Düzdür? xy 15'dir. xy yəni əkob AB vurulsun əbob AB 15'dir. Biz də bildik ki, əkobu əbobu vuran nə edir? A vurulsun B edir. Düsturda bu bilik. Düzdür müəllimlər? Bərabər 15'dirsə, buradan alırıq ki, nə? A üstə gəl B cəmin ən kiçik qiyməti. Ən kiçik cəmin ən kiçik qiyməti olmasın, bunlar bir-birinə yaxın olmalıdır. Bildik ki, 15 vur, ya bu 15, 1 vur 15 olsa cəm böyük olacaq, amma 3 vur 5 olsa kiçik olacaq. 1 3, 1 5 olsa cəmi 8. 7 niyə? 8. 3 vur 5, 8. 8 hardadır? Yəqin yazmışam üstü. Y variantı. Yazmışam. Bildiniz müəllimə, sual verən müəllimə, bildiniz nə yazırıq? Bəli müəllimə, çox sağ olun. Buyurun müəllimə. Bu sadəcə işarələmədi, heç nə deyil. Başqa heç bir şey deyil. İşarələmədi o. 4-ə baxsaq, deyir ki, x, y ardıcı tək natural ədədlərdir. Ardıcı təklər çıxanda bir-birinə nə edir müəllimə? Təklərin əkobu onların hansıdır da müəllimə? Bütün ardıcı tək natural ədədlərin fərqi 2-dir. Düzdür? Bəli. Bütün ardıcıl tək natural ədədlərin cəmi də nədir? Cütdür. Bunu bilirik. Düzdür müəllimlər? Bütün cütlər 2-yə bölünürmü? Bəli. Onda belə çıxır ki, bunu bax bu əkob nəyə bərabərdir? Cütə. Yəni x plus y-ə bərabərdir. Əkob x plus y-ə bərabərdir. Əbob isə 2-yə bərabərdir. Bərabər 16. Buradan alıq x plus y bərabər 32. Qəşəng tez aldıq. A variantı aldıq. Qəşəng. 5'ə baxaq mı? Son rəqəmin. Bu son rəqəmi tər tapırdıq müəllimlər. 4'ə bölürdük mü? Üstləri 4'ə bölüb qalanları. Ay sağ ol. Son rəqəmi. Keçən demişdim mən 6'da, 5'də, 1'də, 1'də. Bunlar dəyişmir də. Bunlar nə olursun? Təkrarlanır. 4'də də eləndə 2'yə böldük müəllimlər. Qalanların hamısını 4'ə böldük. Bunları sadə vuruq kimi göstərmək lazımdır. 27-ni, 32-ni. Yox, gələ ehtiyac yoxdur müəllimə. Ehtiyac yoxdur. Bizə son rəqəm dedin ki, 7 lazım mənə. Yaza bilərsiniz bunu müəllimə. 27 götürəcəyim mənim orada. Bax, 27'ni böləcəm nəyə? 4'ə.
Yuxarıdakı 27'ni, ha, surətdəki 27'ni. 3 qalacaq. Bu 27, 7-nin 27'ni böləcəm üstündə 4'ə. Qalıq lazım mənə. Qalıq neçə edir? qalıb 3. 3. Onda 7'nin 7-nin üstündə üstündə 3. Bax, bu 7'nin üstündə 3. 63 3 ilə bitir onda. Axırı nə ilə qutarır bunun? Son rəqəm lazım. 343. Bəli, mənə son Müəllim. rəqəm lazım. Son rəqəm 3 bu cibdə. Keçik 37'ni böldüm nəyə? 4'ə. 37'ni böldüm 4'ə, 1 qaldı. 2-nin üstü 1, 2'nin 2. üstündə 1, bu da 2. 3'ün üstü bu görmürəm müəllim. Neçə? 38'dir bu. 8 Bəli. deyil bu. Hə. 38'i yenə böldüm 4'ə, 2 də oradan qaldı. 2, 3 üstündə 2, 2, 9. 9 da bu. Topladım, bunlar neçə elədi müəllimə? 14. 4, 14. Axırıncı rəqəmi, axır bizə lazımdır, axırı zaten. Axırı 4'dür. Belə axırlarını işləyirik müəllimlər. Saat 3'ün qüvvətinə getmək heç yoxdur müəllimi. Son rəqəm Amma onda da axtarırsa, alınır, hə, müəllim? eyni şey alınır, bəli, orada da eyni şey alınır. Altın keçdikdə. Altını Altı uçlarını bir yazdık. müəllim dediyi kimi. Bayaq uçları yazdık. 4 12. Bu başqa şeyin 4'üdür bu. Bayaq kim oldu laf. 7 bu da bildiğin müxtəsərdir müəllimə. Bu da eyni şeydir. Burada deyəsən kublardan mı? Yeni müxtəsər vurma tutma istifadə edəcəksiniz. 9'a bakalım var 9'a. Doğru var orada. 9'a baxaq. Faktoriya ya. Aha. Deyən x və Digər y var idi faktori. var da yazmışdım onu deyil müəllimi. Bəli, bəli. Yazmışdıq bəli. Öncə gəlin bunu sadələşdirək. Baxın. Əkop x faktorial, əkop qısa yazıram. X faktorial, y faktorial bölünsün əbob x faktorial, y faktorial. Düzdür müəllimlər? Üstə gələk əbobu da əbob biləndə 1 düşür. Bərabər 43. İndi müəllimlər, x-lə y artan sıra ilə verilmiş ardıcıl tək. Məsələn, biri 3'dür, məsələsini deyirəm, amma biri də 5'dir. 3 faktorial, biri isə 5 faktorial, biri isə bildi ki 5 faktorial, 3 faktorial bölünür axı. Bəli. Ay sağ ol. Onda belə çıxır ki, y böyükdür. Onda belə çıxır ki, y faktorial nədir? Əkobdur, bu da əbobdur. Onda bu olacaq nə? Y faktorial. Bu da əbobda olacaq x faktorial. Bu bir də sağa keçirim olsun 42'də. Düzdür müəllimlər? İndi gəlin baxaq, baxın. Ardıcıl tək. Ardıcıl tək olduğunu görün müəllimlər. Bax bu x-dirsə, ondan sonra gəlin nə? 7 5. X plus, ay sağ ol, 7 ilə 5. Doğru, doğru. Y 7 deyir. X də 5 deyir. Çünki 7 faktoriyalı 5 faktorial böləndə buradan x-a gel qal 6 vur 7, o da 42. Tamamilə doğrudur. Onda biri 7'dir, biri də 5'dir. Bizdən soruşur nəyi? X, Y hasilini. O da 35 eləyir. Amma yəqin ki burada E variantını Niye görürüm. variant? Üstün yazıram, sonra axtar tapan verəməyim. Görə biraz fərqliləri baxaq. Müəllimlər sizin üçün asan olsun yazmaq. Ona baxaq, deyir ki, qalıqlı bölmə əməlində, bu cümləyə fikir versin müəllimlər. Qalıqlı bölmə əməli deyirsə, hökmən burada qalıq sıfırdan fərqli olacaq. Bunu bilin. Biri var deyir, ədədi böləndə alınan qalıq deyirsə, orada sıfır da ola bilər. Amma burada konkret qalıqlı bölmə deyirsə, qalıq sıfır olmayacaq. Yəni bunun sıfır olma şansı yoxdur. Düz oxudum görüm. Qalıqlı bölmə əməlində natural ədədi 6'ya böldükdə qalıqda qalan bu düz oxudum. Bu qalıqdır. Bu sıfır ola bilməz. A kvadratı üstə gələk 9A plus 20 sıfır olmaz. Qalıqlı bölmə deyir axı, hökmən qalıq qalmalıdır. Yəni buradan alırım ki, A nə olmaz müəllimlər? Nə eləyir? -5'ni -4 düz. -5'ni -4. A -5 olmaz. Bir də -4 olmaz. Bunu yazaq cibdə. Dursun kənarda. Sonra deyir ki, qalıqlı bölmə natural ədəd 6'ya böldümsə 6 böləndir. Axı biz demişdik, bölən həmişə nədir? Qalıqdan böyük olur axı. Bölən qalıqdan böyük olmalıdır. Bu maraqlı misal oxşadı. Alıram ki, buradan A kvadratı plus 9A 20'dən də 6 çıxanda 14. Keçik sıfır olmalıdır. Görün bizə deyir, A'nın tam ədədin A tam ədədinin ala biləcək qiymətlərin sayını soruşur bizdən. Gəlin bunu əldə edək müəllimlər. Bunu vuruqlarına ayıraq. Çıx, A üstə gəl 7, A üstə gəl 2, bəli. Tamamilə doğrudur. -7 ilə -2'nin arasında, amma bunlar almır da. -7 ilə -2'nin arasında var. -6 var, -5 var, -4 var, -3 var. Amma biz demişdik axı -5'in -4 olması.
Onda 2 Bunları dənə açsaq, bizə sor Öyle. sayını. Sayını soruşuruz 2 dənə qaldı. 2 dənə A variantı. Müəllimə -5 ilə -4 sıfıra çevirir, ona görə olmaz. Bəli, bəli. Burada konkret yer qalıqlı bölmə dediyini görə müəllimə. Bu söz varsa birinki nədir? Qalıq sıfır deyil. Ona görə -5 ilə -4 orada nə dedik? Götürmədik. 6 hardan gəldi müəllim? 6. Deyir, bax, 61 hardan gəldi müəllimi? Deyir, Müəllimə 6-ya, zəhmət olmasa bir də üstündən keçərdiniz də özət kimi. Bəli müəllim, bəli. yaxşı müəllimə, bir də keçin müəllimə. Deyir ki, cümləni bir də oxuyum başdan. Deyir, qalıqlı bölmə əməlində deyirsə, bir iki qalıq nədir? Sıfır olmaz. Bunu kənardan yazdıq. Deyir, bölmə əməlində deyir, natural ədədi, hansı bir natural ədədi 6-ya böləndə. 6-ya bölənsə 6 nədir? Bizdə böləndir. Düzdür müəllimə? Böldükdə deyir, qalıqda nə alınır? Bu qalır. Bu bizdə qalıqdır müəllimlər. Qalıq bizə demişdik, nədir? Qalıq sıfır olmasın. Yəni, A kvadratı plus 9A plus 20 gərək sıfır olmasın. Bunun tənini kim əldə etdi? Müəllimə, vuruqlarını ayırırıq. Vuranda 20, toplayanda 9, 5 ilə 4-dür. A plus 5, A plus 4. Deyir, nə olmasın? Sıfır olmasın. Burada anlam ki, A -5 olmasın. Yəni, -5 olsa götürməyək də. A -4 olmasın. Çünki bunlarda qalıq nə olur? Sıfıra çevrilir. Axı deyir, qalıqlı bölmədiyini görə sıfır olmasın deyir. Yəni, -5 ilə -4 tapsam A-nın arasında, qiymətlərin arasında onlar götürməyəcəm. Bunu bildik müəllimə bura qədər. Bəli. İndi Bəli, deyək bəli. ki, Böləndən kiçik İndi biz də olmalıdır. bilirik ki, qalıq həmişə böləndən kiçik olur, axı müəllimlər. Bölən qalıqdan böyük olur və yaxud da qalıq böləndən kiçik olur. Bölən qalıqdan böyük olur, qalıq böləndən kiçik olur. Qalığımız, yəni A kvadratı plus 9A plus 20 qalıq deyildi. Bu gərək yəni böləndən yəni 6-dan kiçik olsun. Bu altını sol tərəfə keçirsəm, alıram A kvadratı, bu buradan açıq yerdən yazım. A kvadratı plus 9A 20-dən çıxıram 6-ında müəllim, 14 eləmir bu da. Bəli. Alırıq bir dənə kvadrat üzərində bərabərsliyi. Bunda vuruqlarını ayırırıq. Dinamik. A 7 ilə 2 ilə də düzdür, vuruqlarını düz ayıram. Düzdür müəllimə, səhv ayırmıram inşallah ki. Düz ayıram. Bunun intervallarını ayıranda bunun 0 -7-dir. Bunda 0 -2-dir, amma bunlar içi boşdur görürsün. Yəni bunlar qiymət almır. -7 ilə -2-nin arasında olmalı. Çünki kiçik mənfi ola bilər. -5 ilə də -4 O da -6, -5, -4, -3 tapdıq. Və demişdik axı -5 ilə -4-ü götürmürük. Onu görə bunları silirik. A-ya qalır -6 ilə -3. Bizə də sayın soruşur dediyinə görə say deyir müəllimə. Sayın dediyinə görə 2 dənə götürdük. Cəmi deyə bilər, fərqi deyə bilər. Sayın dediyinə görə sayın götürdük. Başa düşdük müəllimə? Maraqlı misal idi bu. Bəli, bəli. Sonra baxıram. 11-in müəllimə bu asandır. 11-i iptal sinifdə də var. Onu özünüz yaza bilərsiniz. 12-yə deyir natural ədədi 8-ə böldükdə ən böyük qalıq. Bunun sıfır olma şansı yoxdur bu heç. Düzdür müəllimlər? Buranda 31 toplayanda 11 ədəd var, yoxdur. Bu arxayında demək nədir? Əlimiz qoy qulağımız demir, rahat baxacağıq. Əgər bizim bölənimiz 8-dirsə, onda belki bu kiçik 8 olacaq və s. Orada niyəcəksiniz? A-nı tapacaqsınız. Bu da bəyəki nədir? Daha son versiyasıdır. Düzdür müəllimlər? Bəli. Bu da deyəsən önemli şeydir, yoxsa nə? Bunu oxşarın yazmış. Oxşarın yazmış. Bunu da oxşarın bəyək yazıq da, bunu da bildik. Başqa fərqli misallara baxaq ki, maraqlı gəlsin. Bunları da bileyim müəllimə. Buna A deyirəm, qəşəng. Hər tərəfinə nə edirəm? Nəyə edirəm? Hər tərəfinə 3 çıxıram. Onda bu olacaq 2, bu olacaq 4, bu olacaq 5. Onda belə çıxır ki, A çıx 3, 2-yə, 4-ə və 5-ə bölünən ədəd olduğuna görə, ən kiçik dediyinə görə 2-yə, 3-ə, 2-yə, 4-ə, 5-ə bölünən ən kiçik ədəd 20 deyil, müəllimə? 20. Onda 23 A olacaq. A olacaq 20 tane, 23 yoxdur axı. Hə. Bu 20-dir. Bizdən soruşsun nə edəmdir? Bizdən bunları soruşur. Bizdən bunları soruşur. Hə. Bildim bir müəllimə. Baxın, deməli bu 2A plus 2 20-dirsə, 20-yə bərabərdir. A 9, 20, A 10, 18, 9 müəllimə. A 9, 9, B 4, 4, C-də 3. C-də 3. Topladım 16. 16. B variant. Bizdən onu soruşur. Mən ədədin özünü, elə bildim A-nı soruşur. Sonra gördüm, yox, başqa şey soruşur bizdən. Həmişə gəl çalışma axıra qədər oxuyum. Arada bir tesis oxuyuram, olmur.
Bunu bayaq oxusan yazıb, bunlar eyni şeydir müəllimlər. Natural ədədi buna böldükdə bu sıfır olma şansı yoxdur, bir asandır. Bu bayaq yazdığım oxşardır, daha asan versiyasıdır. 17-yə baxaq mı müəllimlər? Deyir ki, A və B natural ədədləri üçün əbob 5-dir. Asan deyil bu da. Asandır mənim adım. Bunu Miqa geçti yazmışıq bunun oxşarını. Bir də fərqli deyil, gördüm yox yazmışıq. Miqa geçti yazmışıq, bunun çalışını eyni qədini özünüz yazın müəllimlər. M ədədinin N ədədinə bölünməsindən alınan qalıq 15-dən 16 böyükdürsə, deyə müəllim o da. Ən kiçik Onda- qiymət. onda belə çıxır ki, qalığımız ən kiçik 16-dır. Eləmi? Biri o idi soruşur. Ən kiçik qalıq, nəyə soruşdu bizdə? Ən kiçik qiyməti. 15-dən böyük. M Mən ədədi. qalıq 15-dən böyüksə, ən kiçik qalıq 16-dır. Bölənimiz də qalıqdan böyük olmalıdır axı. Onda n də bölənimiz ən kiçiyi 17 olacaq da. N də ən kiçiyi 17 olacaq. Düz deyirəm müəllimlər. Bəli, amma bu M-i soruşur müəllimə, düzdür? M də belədir də müəllimlər. Deməli, M də 17-yə böləndə ən kiçik bir qalanda olur da, düzdür, ən kiçik. Natural qismət 1 olanda orada ən kiçik. 17-ni buradan 1-ə gəlim üstünə 16-nı ən kiçik olacaq da. 17 vur 1 üstə gəl 16 ən kiçik natural qismət 1 olanda olur da. O da 33 aldım, düz aldım. Yox, düz almadım. Nəyəsə verdim ay müəllimlər. Nəyəsə verdim. M ədədinin N ədədinə bölünməsinin alınan qalıq 15-dən böyükdür. Gəlin baxaq da M bölünsün N. Natural qismət tutaq ki 1-dir. Qalıq da böyükdür 15. 15-dən kiçik ən kiçikdir, qalıq 16 olar. Onda N də 17 olur da, nəyəsə bilirəm ki məni. M 16 olur da müəllimə. Nəyəsə M olsun ədədən bizdən. ala biləcək ən kiçik qiymət M 16. ədədinin N ədədinə bölünməsindən alınan qalıq. M bölünəndir. Yox, Mən nəsə axırına bilirəm baxaq ki, yenə. Axırına deyir ki, M M ədədinin ala biləcək biləcək ən kiçik qiymət tapın. 16 deyil. Yox. Mən 33 sallamayım, nəyəsə bilirəm ki. 33-ü 17-yə bölsəm, 1 düşər, qalıq da 16 eləyər də, düzdür? Qalıq 15-dən böyükdürmü? Bəli. Nəyəsə bilirəm ki, mən nəyəsə bilirəm, baxın görün. Bəlkə sualda səhvlik var. Bəlkə deyir, N-dən kiçik qiymət soruşur bəlkə bizdən. N-dən kiçik qiymət 17 tapmışdıq. Bir cavab neçədir orada, baxın, yanınızda olan var, kimdə kitab? 16-dır. 16'dır. Onda qalığın ən kiçik qiyməti 16 nə? M-in ən kiçik qiyməti ay. Natural qismət 0 götürür, üzrü sayın, mən səhv götürmüşəm. Natural qismət ən kiçik 0 olmalıdır. 0. Lanet olsun. Natural qismət ən kiçik 1 götürün, baxın müəllimlər. Ən kiçik natural qismət 0 olmalıdır. Onu bayaq demişdim, amma özüm səhv yazdım. Natural qismət 0 olanda ən kiçik müəllimlər elə olur. Bayaq demişdim, məsəl üçün 2-ni 3-ə böləndə natural qismət 0 qalıq 2 qalır. Bu həmin versiyadır. Deməli, M ədədin N-ə böləndə natural qismət 0, 16 qalıqda götürürlər də 16, müəllimə. bəli. Qalıqda 16, bəli. M-in ən kiçik qiyməti 16 doğrudur. Yox, cavablar düzdür. Bir variant. Mən səhv götürmüşdüm, 1 götürmüşdüm. Natural qismət 0 götürməliyəm. Bəli. Mən səhv eləmişdim. 19-da nə deyir? A ədədinin B ədədinə bölünməsindən. Bu da eyni şeydir, bunu demirəm da. Oxşardır. 20 deyir, A ədədinin 2-yə bölünməsindən natural bölünən sayı 5-ə bölünən 2-yə bölünən natural bölünən sayı 5-ə bölünən natural bölünən sayının cəmi. Birlikdə müəllimlə bunu tapırıq. Birisini nə tapırıq? Öncə 2-yə böldük. Oradan natural bölünən sayını tapırıq. Sonra təzədən 5-ə bölürük. Oradan natural bölünən sayını tapırıq. Sonra onları toplayırıq. Bu sadədir. 2 dənə ayrı-ayrı versiyanın toplayırıq da prosta. 8-ə baxsaq görün nə deyir? Deyir ki, sadə vuruqlarının sadə bölünlərindən sadə vuruqları bir-birinə qarışdırmayaq. Sadə vuruqları bayaq yazmışdıq bunun oxşarını. Oxşarını yazmışdıq. Bunun da oxşarını yazmışdıq da, bunu da eyni şeydir. Bunlar hamısı oxşarını yazdıq. Düzdür? Mən bu testləri axıra qədər götürürük evə. Nə qədər çox işləsək bir yaxşıdır. 4'e baxaq müəllimə, 4'e. Bu 4'e, bu Zakirə. Bəli.
Zakirə baxaq gör nə deyir? Zakir deyir ədədləri 2-dən başlayaraq, yəni 2 artıqdır da. 2-dən başlayaraq 5'e 5 sayarsa 5'e bölünür deməkdir. Bunu da belə yazın. 5x plus 2. Bu Zakir'in saydığı ədəddir. Fidan, Furqan. Bu ne addır? 8, 8, 5'te qalır. 8 y plus 5. O birisi 9'dan başlayarak 12, 12, 12 deyir. Birisi 9. Bu bayaqkindən yeni şeydir mənim. Bunların elə bir ki, sözlə vermiş versiyası da. Bak mesela bakın buradan görüm nədir bu. 6'ya baxsaq. Bunu oxşar yazmışıq bayaq. 4, 5, 6'nın etobunu götürəcək. Dolar asandır. Müəllimə, 9'a baxardın. 9'a baxaq, başlaydı. Baxaq 9'a. Təkrarlanır da burada neçə 3 7 2. Ayşə, gəlin dövrü tapaq. Dövrü tapaq mən. Burada bax bura dövr bu deyil əmin. Bəli. 6 dənə vurğu var. 2, 3, 4, 5, 6 dənə. 240'ı 6'ya bölürəm. Qalıq qaldı. Yox. 189'u 6'ya bölürəm. 189'u bölürəm 6'ya. 31 düşür. Düzdür? Qalıq da qalır neçə? 3 qalıq qalır. Qalıq 3 qalır. Üçüncü rəqəm götürəcək. 1, 2, üçüncü 2'dir. 2. Bu asan değil mi? Bunlar aslında asıl misallar. El eləyir. Onda mən gedib Müəllimə. Bu 240 sizi çaşdırmasın. Yəni 189 dənə ədəd 189 240'ın içində var deməkdir. 240 dənəsə 189'u var sayda da deməkdir. getəydi müəllimə, en sayda. Nə deyir? Say nə olsun? Yeter ki bu onun içində olsun de. Nə deyir desin fərqi yoxdur müəllimə. Orada MHM'de vardı da. Olabilir. En sayda Nə deyir 0 desin? yazılmıştı. Orada bir yere yazmış. Necə müəllimə? 0 yazmışdı? 0, en sayda 0 yazmıştı. 840 neydi? Bildim. Uygulamalar- Sayını verebilir. bilər. Yeter ki bundan çox olsun. Ona da Senin baxarıq kimi müəllimə. gösterdi. Niyə? Ona. Ona da baxarıq. Baxaq müəllimə. Deyir ki, x, y natural ədədlər üçün bunu yazıq belə qəşəng. Gəlin bunu 4 üstü x yazım. Bunu da müəllimlər yazın belə. 2 üstü 2x 4 üstü x bölünsün. 2'nin kubu 8. 8. Beraber 3 üstü y. Bilmirəm. Bu üstə gəldi yoxsa bu nədir müəllimlər? Bir deyin mənə. Vuraq. Vurulsun 2 üstü 7 deyəlim ki. Bəli. İndi buradan mən neyim müəllimlər? 8'e vursam. Heç semrəni kəsirik. 8'e vursun bu gedir. Qalır nə burada? Qalır 9 vurulsun 4 üstü x beraber. 3 üstü y vurulsun. Bu da 2'nin kubu daxı. 2 üstü 10. Bunu da 2 üstü 2x kimi yazsam. Bunu da 3'ün kvadrat kimi yazsam. Şimdi bunları müqayisə edirəm. Bu 2x'dan mənimdir. 5. Bunun üstünü düzəldim. Y'de 2'dir. O kadar yazdım. Bu 2 üstü 2x'dir. Deməli y 2'dir. Y 2'dir. 2x 10'dursa x de 5'dir bəli mənimdir. Hansı yazırdım ben? Qaldım yuxarı getdim ben. 10 yazırdım ben. Bizə soruşun nəyi? Cəmin. X, Y, cəmin. Bu tapdım da bunu ilə. Da x, y cəmi də 7'dir bəli. Bütün başqa şeye baxıram. Qarışdım. Cavabı düz tapdıq. 7'yi bileyim müəllimə. Başa düşdünüz müəllimə? Sual verin müəllimə. Müəllimə. Sonra 11'e baxaq mı görüm nə deyir 11. Bu neçəni seçdim mənimdir? 8. 9'a da baxa bilsəydik. 10 tane olur testi. Bilmirəm neçələndim mənim. 10 dənədir. Yox 11 deyəsən. Burada 11 görürəm. 11. En az onun yazında 11 çətin gəlsə 11'e bir nə bilim baxın de baxaq. İnanmıram çətin olar çünki yavaş-yavaş iyinləşir də. Sonra baxaq mesela 11'e baxsaq deyir A ədədinin 5 4'e bölünməsindən alınan natamam qismət. Yəni A-nı bölünən 5 4'e natamam qisməti konkret burada verib də 3. Qalıq da 85. Bölənimiz qalıqdan böyük olmalıdır. 5 4 böyükdür 85. Onda B neçə olacaq? 3'dən böyük olacaq düzdür müəllimlər. Çünki 3 4 81 daxı. 4. İndi bizə deyir A'nın ən kiçik qiyməti, təbii ki A'nın ən kiçik qiyməti olmasın, gəlir B ən kiçik olsun. O da 4 ola bilər. Çünki 3 üstü 4 81'dir. Onda B çıxıyı B 4'dür.
Onda B4 neçə olacaq əməllər? A olacaq. B4 yəni 404-ün qiyməti, o da 256 idi deyəsən. Bəli. Buranın atamın qisməti, yəni 3-ə, qalıq da gəlim üstünə. Da bunu hesablamıram da mənim, özün hesablayarsan. Böyüyə də dalınırıq sonunda. Yox, Orada elə. böyüyə Hayır müəllim, orada B4 Rəqəmlər qaldı axı. 3 B4. Olmur. Hə də B4-ün qiymətini yazdım canım bura deyil. Yox, müəllimə, bu tərəfdə B4 yazmısınız tək. Hə. Böyüdü 85. Orada 3 B4 böyüdü 85 olmalı değil. Yo. Bu böləndir. Bölənimiz Qalıq bölən. böləndən kiçik olmalıdır. Bölən, bu da qalıqdır müəllimlər. Qalıq. Qalıq böləndən kiçik olur. Yəni Həmən bölən, rəqəmlərin hasilini deyir də 8, 5, 3, 120 bölən, yox müəllim, düz yazıram mən. Bölənimiz həmişə qalıqdan böyük olur müəllimlər. Bölən qalıqdan böyük olur və ya qalıq böləndən kiçik olur. Deyirəm müəllimə, Hə. ən axırda cavab 853 alınır. Onun da rəqəmlərin hasili 120 eləyir də. Cavab bax deyəcək. 853 alınır. Düz müəllim, düz yazır. Bəli. Dedimdə bunu özünüz hesablayıb tapa bilərsiniz müəllim. Rəssamdır. Bəli. Və ona vaxt tapılmaq istəmədim. Bilirsə nə dedik müəllimlər? Böyle 4 bölən olduğuna görə onu yazdık. Tam ədəd olan qonşu bucaqlar. Nə? X və Y qiymətləri tam ədəd olan qonşu bucaqlar üçün. Qonşu bucaqların cəmi 180-dir. Bəli. Bir dənə baxım deyim. Görüm. X və Y ədədin qiymətləri tam ədəd olan qonşu bucaqlar üçün əkob üstəgəl əbob bərabər X plus Y. Hə. Onda belə ki, əkob plus əbob bərabər X plus Y bərabərsə, onda belə ki, əkob X-dir, əbob Y-dir. Onda bir obisine bölünür deməkdir. Düzdür müəllimlər? Bu əkobdur. X-dir. Bu da əbob Y-dir. Görürsünüz, X plus Y yazır. Görürsünüz müəllimlər? 150 ilə 30. Onda belə çıxır ki, bir obisine bölünür. Bilmirəm amma müəllim. Baxın görüm. Onda belə X, Y bölünür amma bilmirəm neçə düşür. Tutaq ki, K düşür. Ha müəllimlər? Müəllimə 12 bir dənə təzədən deyə bilərsiniz. 12-ni? Bəli. 12 Hal-hazırda 12 deyil. Hə də 12 deyirəm müəllim. Burada da F2 verdim, deyir ki, əkob üstəgəl əbob. Bax görürsün, onların ədələrin cəminə bərabər. Görürsün müəllimlər, bu nə vaxt olur? Bəli. Biri obisine bölünəndə olur da, biri obisine bölünəndə olur. Bəli. Belə sonra ki, X, Y bölünür. Əkob birinci görürsə, əkob X görürsün müəllimlər. X, Y bölünür, X, Y bölünür. Görürsə, onda X əkobdur, Y əbobdur. X bərabər, bəli. X əkobdur, Y əbobdur. Keçin maraqlı misalda, yaxşı baxdım buna. Y bərabər, X bərabər, Y K. Bizdən soruşur bunu, müəllimlər, ən böyük qiyməti, gəlin aparım X çıx Y, yəni Y K çıx Y. O da bərabər, ya da belə yazım da, X-in Y-in cəmi 180 daxı müəllimlər, qonşu bucaqlar daxı. X plus Y bərabərdir 180. Buradan görüm K-nın təxminini tapa bilərəm mən. Yəni 100. Bax, qonşu bucaqlar deyir, müəllim, qonşu bucaqlar deyir, görürsünüz. Y K plus Y bərabər 180. Buradan alacağım ki, K plus 1 bərabər, yox, ya da yazım, Y bərabər 180 bölünsün K plus 1. Niyə belə yazdım ki, Y deyir tam ədəddir. Görürsün müəllimlər, tam ədəddir. Onda tam bölənlərini tapacağıq. 180 bölünməlidir. İndi X çıx Y fərqinin ən böyük qiyməti, fərq ən böyük olması üçün K gərək nə olsun? Ən kiçik olsun. Y K çıx Y. X-in yerinə Y K yazdım. O da bərabər Y çıxılsın, Y vurulsun K çıx 1. Onda belə çıxır ki, nə müəllimlər? Bu mümkün qədər ən kiçik olsun da. Düzdür, ən kiçik fərq ən kiçik olsun, gəlib bu vuruq ən kiçik olsun. Onda belə ki, bunun ən kiçik qiymətini götürəcəyik. Ən kiçik qiymətini götürürsə, K plus 1, 1 olmaz. 2 olar müəllimə. K, bu 2 olsa, K 1 olar. Onda onlar birbirine bərabər olar. Deyir, bunlar bərabər olmalı. Görürsün, deyir ki, nədir? Bu olmasın. Onda bu 3 götürsək K neçə olar? 3 olsa, K 2 olar. Gətir burada K-nı yeri 2 qoysam. 178 olacaq. K-nı yeri 2 qoysam. Düzdür. Y neçə olacaq onda? Y olacaq 60 bölü 3. 180 bölü 3, yəni 60. 60. O birisi neçə olur? 120. 120. O birisi 120 olur.
Olmalıdır. Ama olmur axı. Fərqi ən kiçik 60 eləyir. 60 da bunların içərisində yoxdur axı. Nəyə səhv elədik biz? Səhv eləmirik, neysə gözümüzdən qaçır, neysə. K neçə idi? Fərqin. K-nı neçə tapdıq müəllimlər? 2. 2. Bunlar bir-birinə ən yaxın olmalıdır. Mümkün qədər yaxın olmalıdır. Yəni yaxın olması gerək K mümkün qədər kiçik olsun. Düz yazıram da. K mümkün qədər kiçik olsun. Seçin mənə deyin görün müəllimlər. Mənə deyin görün nə yazacaq buradan. X, Y-dən böyükdür, o da 1-dən böyükdür. Y 1 olmaz. İyi, nə götürək buradan müəllimlər. Deyin də mənə. Y 1 olmaz. Bir söz deyin də mənə, nə oldu? Ay müəllimlər, K-ya qiymətə bax da buradan. K2 olanda olmadı, K3 olanda olmadı. K4 olsa nə olar ki? 184'e bölünür. Bəli, Bəli. mən 5. 45 düşür. Yox, fərqin ən böyük qiyməti soruşdu. Məndən kiçik axtaram. Fərqin ən böyük qiyməti deyirmiş burada. Uf. Bunun ən böyük qiyməti məndir. Mən kiçik axtaram, böyüyü soruşur. 180 ən çox neçəyə bölünür? 180 ən çox 180'e bölünürsə, 179. onda K 179 olsa, Onda Nə? 170. onda gərək X nə? 179'u gərək 1'ə bölək. Onda axı deyir Y 1 olmasın. Burada deyirək Y böyük 1 olsun. Onda nədir? 180 götürməyəcək. Nə götürəcək? 180 yox, 90 götürə bilərik onda. Götürək 90. K plus 1 90 götürək. 79 olur onda K. 89. K plus 1'i 90 götürsək, 89. K 89 olar. K 89 olar. X bərabər 89 Y. Y olsa, o da apar yerinə qoysam K'nı tapım, Y'ı tapım değil mi buradan? Qonşu bucaqların sayımı 89. X plus Y 180 değil müəllimlər. Buradan alıram ki 90. 89 bu 90 Y bərabər 180 Y 2 bəli. Biri 2'dir. Y 2'dir. Tapdıq axır ki, düzdür. X də 178. Bunların fərqi də 176 D variantı. Mən bunu ən kiçik kimi oxumuşdum. Ona görə səhv qeyd edirdim. Ən böyük olmalıydı bu. Bildiyim müəllimlər, ən böyük olmalıydı. Mən onu niyə ən kiçik kimi oxudum? Bəs onu nətər oldu ən kiçik kimi oxudum onu? Ən böyük olmalıydı müəllimlər. Baxaq. Bunu 14'e baxaq müəllim. 13'ün oxşarını da müəllim özünüz yazarsınız. Bildiniz də onu, düzdür? 14'e. 14'e baxaq müəllimlər. Deyir, A və B natural ədədlər üçün A, B mindir. Olsun, geçək. Bu A üstü 5, B üstü 5, B üstü 2 yaza bilərəm müəllimlər mən bunu. Bəli. AB də 10 üstü 3'dür də. Onda belə çıxır ki, AB üstü 5. Görüm yazım görün nə alıram. B kvadratı. O da bərabər B kvadratı vurulsun 10 üstü 15. Düzdür müəllimlər? 5 daxı bu. Bəli. İndi mən baxıram A və B natural ədədləri üçün. Ən çox neçə rəqəmli ola bilər? Onda belə çıxır ki, Müəllimə, onda AB hasili onun üstündə 3 kimi göstərmişiksə, deməli biri 2-dir, biri 3-dür. onda Biri belə 5-dir, çıxır biri ki, 2-dir də. belə çıxır ki, müəllimə baxın. Məsələn, 5-in kvadratı burada- 25, Yox, arxasında da 15. Darıxmin. Onda AB Sıfır. müəllimlər, darıxmin mindirsə, indi bu B-nin ən çox rəqəmlərin çox olmasın, gəlir B çox olsun. Düzdür? 5 olardı. Yox. Onda mən bunu min vur 1 kimi yazıram. A 1 olacaq, B də 1000 olacaq. B mümkün qədər böyük ancaq 1 ola bilər. Düzdür müəllimlər? Yaza bilmərəm mən onu. Yaza bilərəm də. A da naturaldır, B də naturaldır. Mən bunu B-nin mümkün qədər böyük olmasın, 1000'i elə B-nin payını yazıram. Onda B olacaq 1000. 10 üstü 3. 10 üstü 3'ün də kvadratı, 10 üstü 3'ün kvadratı, 10 üstü 6,
10 üstü 5 zaten var. 15 vardı. O da 10 üstü 21. 10 üstü 21. 21 dənə 0, bir dənə də 1. 22 rəqəm. Ən çox 22 rəqəm ola bilər müəllimlər. O da A variantı. Başa düşdük müəllimlər? Qəşəng misaldır. Yaxşı ki, baxdıq buna. Müəllimə AB necə oldu? 1000 vur 1 kimi göstərdik. Bəli, bəli. Baxın müəllimlər. A vurulsun B. 1000 daxı. Mən bunu istədiyim cür rəqəmlərin qruplarına ayıra bilərəm. Amma mənə lazım ki, B mümkün qədər çox olsun. Çünki deyə rəqəmlər çox olsun axı. B mümkün qədər böyük qalması üçün onda mən bunu 1000 vur 1 kimi yazıram ki, A'ya verim 1, B'ye mümkün qədər böyük Müəllim, qalsın. B-nin üstündə 7 var deyə B-ni çox götürdük. Yox, mən də B qalıb deyə B'ni götürdüm çox. Hə, bildim B mən. qaldığına görə A qalsaydı A'nı 1000 götürərdim. Aydındır müəllimi? Bəli. Artıq qalan B'dir. Ona görə də B'ni mən 1000 götürdüm. Geçen ki oradan mümkün qədər çox böyük alınsın deyir. Kiçik deseydi B'ni 1 götürəcəkdim. En kiçik deseydim, en az deseydi burada ben B'ni 1 götürəcəkdim onda. En azı B1 olacaktı. Onda 15'den 0 olacaktı. 16 rəqəm olacaktı. En az 16, en çok da 22 rəqəm olur. Düzdür müəllimlər? 10 üstü 21, 21'den 0, bir dənə də 1 deməkdir. 22 rəqəm. Baxaq görək nə deyir buradan. 16'nın oxşarı mega girişdə var deməyəcəm. 17 də var. 17'nin də oxşarı var mega girişdə 18-ə deməyəcəm. baxalım. 18'nin də baxaq müəllimlər. Müəllimə, Ha. 17-ni mən o miqə girişdə də tam başa düşməmişdim. 17-ni bir dənə izah edərsiniz. 17'nin izahı biraz uzun gedəcək müəllimə. Bax, deyir əbob 2-dən böyükdür. Yəni 12'nin ama 12'nin böləni də 12 hansı ədlərə bölünür? 1'ə bölünür ama 1 olmaz çünki burada 2'dən böyük olur deyir. 2 ola bilər. Yəni əbob 4, 6, 4, 12. 6, 12, x 12. 3, Beraber 4, 2 bu 6, ver. bir Buradan də x tapacaqsınız müəllimə. Sonra 3 götürəcəksiniz. 3'e bölünür. Düzdür. 4 olacaq, 6 olacaq, 12 olacaq. Bunların hamısının ama ortakları da var da. Oradan ama çıxacaqsınız da müəllimə. Biraz uzun gedəcək. Bu onu indi vermək istəmirəm. Əgər başa düşməsəniz yenə bunun asıl izahını çəkib göndərərəm sizə. Olar müəllimi? Bəli. Vaxt aparacaq. Çünki 2'yə, 3'ə, 4'ə, 6'ya, 12'yə bunların hamısının bölünənlərini götürəcəyik. Amma bölünən 2 rəqəm deyəsən. 2 rəqəmli. Amma bunların içərisində təkrarlanan var axı. Məsəl üçün 3'ə 4'ə bölünür, həm də 12'yə bölünür. Düzdür? 12'yə bölünür, həm də 6'ya bölünür. Böyle qarışıqdır. Buradan keçəcəksiniz onu. Ayırasınız. Amma mega girişi demişdim də bunun oxşarı. Bir də baxarsınız, başa düşməsəniz yenə izah edərəm mənim. 18'ə baxaq gör nə deyir. Tənliyin kökləri müxtəlif natural edlərdir. Bu da var idi orada. Bunun da oxşarı var. 4 Mən, x üstə gəlsin, Çox 4 4, y 5, üstə nə çox da gəlsin, var, y olar. kimi göstərə bilərik mən onu. bunu belə yazıram. Baxın müəllim, həmişə mən bunu 4 belə x yazıram. üstə gəlsin, 4 y üstə gəl y, üstə gəl. Yox Bu müəllimə, 7 baxın. z göstərir, Gəlin 4 z müəllim, üstə gəl. canım gözüm. Baxın mən bunu səfərimizdə kitabda dərsi deyil. Mega girişdə də elə izah eləmişim çox güman Bəli, ki. var idi. Bəli. Bu cəmin ən böyük olmasını gərək bax bu x-in yanındakı əmsal ən kiçik olduğuna görə gərək x ən böyük olsun. X-in əmsalını bax buna 4'ə böldüm hamısını. X üstə gələk 5y plus 7z böl 4 bərabər neçə? 4'ə böldüm bax 15. 15. Burada mən bax burada y-ə z-ə mümkün qədər ən kiçik rəqəm verirəm. 2. Cəmin ən böyük olması üçün. X ən böyük, mümkün qədər ən böyük olsun deyə də. Y-ə z-ə 1 verirəm, düzdür müəllimlər? Y də 1, z də 1. Eyni dəfə bilmək olar. Burada fərqli sözcüyü var burada. Fərqli söz yoxdur axı, verə bilərəm. Fərqli söz yoxdur axı burada, verə bilərəm. Bəli. Onda belə Ay. olacaq. Deməli x olacaq neçə? Bu 12 olsa, 12'ni 4'ə böldüm 3, 15'dən də 3 çıxdım, x olacaq 12. Bunların Müəllimə orada cəmi deyir axı müxtəlif kökləri müxtəlif natural ədədlərdir. kökləri müxtəlif, müxtəlif, kökləri müxtəlif. Ona Onu başqa görə şey 1 2. götürək. Hə, düzdür müəllimi. Bir nə götürək burada? Onda bu 1 olsun. Hansı 1 olsun? Bu 1 olsun, bu da 2 olsun. 7'ni bırak da 2'ye. 7'ni 2'ye, bəli, kökləri müxtəlif deyirsiniz müəllim. Bu söz mən oxudum amma diqqət almadım, düz deyirsiniz. 7'ni 2'ye vuracağım, 14. Tam bölünməyəcək axı. Bilmiyorum, onu gəlir y-ə də 2'ye vuram. Yox, başqa şey tapaq. Başqa şey tapaq müəllimlər, tapaq. 1-1 olmadı. 1-1 Müəllimə olmaz. deyim kimi eləmək olmaz. Deyin, görmüşsünüz deyirsiniz Müəllimə müəllimə. 4, 5, 7-nin ən çox 4 üstə gəlsin. 4 y üstə gəlsin, y kimi yazırıq 5 y. O birində 4 z üstə gəlsin 3 kimi. Sonra 4'ləri möcüzə xərcdən çıxardanda burada İyi. yanılır x üstə gəl, y üstə gəlsin z.
Yəni y üstə gələk 3 z qalır da burada, düzdür müəllimə? Bəli, orada qalır ki, y X üstə plus gəlsin 3. 4 vurulsun Y x üstə plus gəlsin. y plus z üstə gələk bunu deyirsə belə. Bəli. Bəli, Bərabər y 60 üstə bunu gəlsin. deyirsiniz, düzdür? Hı. Bəli. Onu da belə yazaq. Sonra İndi 4-ə, 60-ın indi yanına bölək 4-ə, keçiririk. indi bölək 4-ə deyirsiniz də müəllim, 15 belə bölək. Yox, sonra deyirəm ki, 10-60-ın yanına keçiririk. 4, x üstə gəlsin, y üstə gəlsin, z bərabərdir. 60 çıxsın, Məncə y üstə yox, gəlsin, mən 3. İndi belə Be- məntiqlə fikirləşək ki, 60-dan neçəni çıxsaq 4-ə bölünər? hə də müəllim, həmin şeydir. Müəllim, gəlin, 56. eyni şeydir müəllim. Gəlin buradan, həmin şeydir. Bundan da eynidir, bundan da eynidir müəllim. Gəlin burada eyni şey Bəli. seçəcəyik yenə. Amma burada rəqəmlər kiçik deyil, ben daha tez seçmək olur da burada. Burada y-i 2 ne götürək buradan ki 4'e bölünsün? 56 olur da. Neye toplayan 4'e bölünür? 4'ün altını. Yok 4'ün altını niye? 1 ilə 4'ü, 3 ilə 1'i. Bəli, bu 1, bu da yok, yine 1 koymalıyım gerek. 1 koymaq olmur. Yəni tapın görün nə qoyaq? 1 alın, 1 daha deyək müxtəlif kök dediyinə görə 1 qoya bilmərik. Başqa nə qoyaq? İki dəqiqə. Seçmədən zəhiləm Mən gedir. bir variantını aldım, 14. YZ'de ki Ay müəllim, 14 müəllim, 14'ü bir 1 qoyanda 14 aldım mən. Bəli. 14 aldık müəllim. Mən bir aldım 14 amma 1 qoyanda oldu 14. Orada deyil axı 1 qoyma. Yox, müəllimə, mən bu dediyim variantdan elədim, elə aldım. 56-ını 4-ə böldüm, 14 oldu. Y üstə gəl 3Z bizdə 4-dür. 60-dan da 4'ü çıxırır, eləyir 56. 56-dan da 4'ə böləndə 14 eləyir. X üstə gəl, Y üstə gəl, Z cəmi 10. Belə bunu ən 4. Onda gəl bu 4 olsun. Bəli, o 4 olur. Y üstə gəl 3 Z nə Cavab bax 4 14 olur. değil axı, cavab 13'tür. Müəllimə yox, 13 bax müəllimə dediyim Bəli. deyirəm də gərək bu 4 olsun. Axı bu 4 olmur müəllimə. Bəli. Bəli, əkop tapa bilərik 4 5 7 əkop. Yox, o yolla getməyin müəllimə qətiyyən. Yox. Buradan Cavab 13'dür. bu 4 Bəli, olmuş. D 8 variantı. olsa 8 olsa ikisini Y yerine yazaq. 8 olmaq üçün bu gəlib 5 olsun, bu da 1 olsun da. Düzdür? Hı. Onda 1 olur. Onda bu nə olur? Deməli, bu Onda X-də 7 olacaq. bura 8 bölü 2, bura 8 olur da müəllimə, düzdür? Baxın müəllimə, sərgiyə salaq. Bayaq yazdığım kimi yazaq da yenidir. Müəllimə dediyindən eyni şeydir zaten, amma belə yazıram mən. X üstə gələk 5y plus 7z bölünsün 4 bərabər 15. Aldıq bayaq neçə? 7'nin neçə aldıq? Y 1 aldıq. Z 2 qoydum. Z'yi 1 yazdıq. Y 5 yazdıq, düzdür? 17 olur. Z 1, Y 5. Bura neçə gəlir onda müəllimlər? 8, 32 eləyir də müəllim, o da 8. Elə 32 eləyir, dəqiq. 32 böldün 4'dən 8. 15'dən 8 çıxanda, 15'dən 8 çıxanda 7. 7. X 7. X Bəli, bərabər 7 5 7. 1. Topladıq, oldu neçə? 13. 13. Hə. 13. Biz amma gör bir hara getdi o. 1 ilə 5, 5 çox böyük oldu onun. Çox uzağa getdi. Kökləri müxtəlif demişdik, eşə tapmışdıq. 1 ilə 1 tapmışdıq. Müəllimlər. Buna 29'ların bayaq yazmışdıq. Müəllimlər, yavaş-yavaş yekunlaşdırmaq məcburiyyətindəyim, çünki növbəti dərsə gedəcəm. Vaxtdan keçib. Müəllimlər. Sualımız var mı? Amma çoxu bir-birini oxşayır müəllimlər. Görürsünüz, bax bu Aynur görürsünüz, bayaq Zəkaydı nə idi, onu vardı, Zakir. Ona bənzər bir şeydir. Müəllimlər. Yazmağa çağırıb, bu desin 11'dir. 11 hanı bəs? Yəqin 10 da aşağı, 10 da buradadır. Baxarsın müəllimlər, nə qədər yaza bilirsiniz yazmağa çalışın, ən az heç olmasa 10 dənəsini yazın. Bayaq da mümkün qədər çətinlər seçin yazın. Mesela bunu K'ya bərabərliyin yazın, daha tez olacaq. X'in yerinə 5K, Y'in yerinə 3K, Z'in yerinə 2K yazın, o daha tez olacaq. Ha müəllimlər? Aslında yolunu yazmağa çalışın da. Mesela için burada ne görmüştüm? Bir tane görmüştüm. Gözüm yanıma çıxmış diyeyim onu. Mesela için burada 6'ya bakın. Deyir ki 45'e bölünməsindən alınan qalığı tapın. 45 bildik ki nədir müəllimlər? 5 vur 9'u da.
Önce bunu 5'e bölün. Eləmi? Bölünür də müəllim elə 5 o. 5'e bölün. Sonra onun rəqəmlərin cəmini 9'a bölün. Oradan alınan qalığı təzədən 5'e vurun. Çünki 5'e bölmüşdü yaxı. Aslında yolunu yol olacaq. Yəni 5-ə böləndə qalıq qalmır da. Ehtiyac var ki ona. Qalıq qalmır axı 5-ə böləndə. Bilirəm də 5'e bölürəm ki 9'a bölünəndə alınan qalıq tapacağım değil mi? 9'a 9'u bir de bölünəndə 5'e böleriz. 9'a Ya, böl onda bunu 5'e böləcəksiniz müəllimlər. Onu 5'e bölündən sonra qalacaq 9 düzdür. 9'a bölünməsindən alınan qalığı tapacaqsınız. Rəqəmlərin toplayıb 9'a böləcəksiniz də. Burada uyğunluq görəcəksiniz nəsə bir şey. Sonra həmin nədən təzədən 5'e vuracaqsınız. Çünki 5'e bölmüşsünüz axı. Tapdığınız təzədən 5'e vuracaqsınız. Oldu müəllimlər? İstiqamət verirəm, özünüz yazarsınız. 5'e böləndə uyğunluq alacaqsınız orada görəcəksiniz. Onun rəqəmlərini toplayanda aslında bir şey alınacaq. Müəllimə, o ədəd 515-dir, yoxsa 51-dir? Nasıl? Elə o təkrarlanan ədəd. 515. 51'lər. 51'lər. 51-dir, amma axırda tək bir dənə Yox, 5 qoyublar. 515 dənə. 20 nədir bu? Bilmirəm amma neçədir bu? 23 yazdım müəllimə, 23. 23 dənə 5 də müəllimə. 23 dənə nə bilim yarısı 12 dənəsi yarı bir artıq da müəllimə. Bunu 2'ye böləndə neçə düşür? Elə bilin ki, müəllimə 5-in 12 sayı dənə- birdən bir dənə Bəli. artıqdır. 12 bir 12 dənə, bir 13 11 dənə düzdür? 12 dənə 5 5 var. 11 dənə də 1 var. İndi orada mən özünüz uyğunlaşıb tapacaqsınız müəllimlər. Belə 515 olurmu bilmirəm. Sayına baxın da müəllimlər. Vəssalam müəllimlər, yekun məcburam. Sualınız olanda inşallah gələn dəfə verərsiniz. Oldu müəllimlər, amma sualınızı öncədən qrupa atın da. Çünki belə qarşıya düşəcək. Ya da ki hazır qoyun. Daha önce mesaj gəldi. Yaxşı müəllimlər, sağ olun, gecəniz xeyrə Çox qalsın, sağ olun, görüşərik. gecəniz xeyrə. Göndərəcəm müəllimlər, gönderəcəm baxarsınız müəllimlər. Sağ olun, gecəniz xeyrə qalsın.